Əgər yaşınız 18-dən azdırsa, podkastın bu buraxılışını izləməyi və ya dinləməyi sizə tövsiyə etmirəm. Tutub çırpınıram və əlindən qaçıram. Həyət qapısından girirəm. Həyət qapısından girərkən aşağıda ayaq yolu var. Mən ora girirəm və mən görürəm, nəyinsə yanlış getdiyini hiss eləyirəm. Amma mənə çatmır. Bunu danışacağım böyük biri yoxdur. Güvənəcəyim, danışacağım və yaxud mənə evdə desəydilər ki, sənə biri toxuna bilməz, toxunsa gəl bizə de. Mən onu əlbəttə deyərdim. Amma mənə elə bir şey deməyiblər və mən qorxuram ki, indi mən kiməsə nəsə deyəcəm və məni döyəcəklər. Yenə döyüləcəm. Çünki düşünürəm ki, o da məni döymək kimi bir şey eləyib də, oyun adı ilə. Və mən illər boyu özümü günahkar, özüm ləkəli, özümdən iyrənirdim. Və düşünək ki, valideynim də məndən iyrənərək böyüdüb məni. Mənə hələ də 30-lu yaşlarım çatmır ki, insan necə dünyaya gətirdiyindən iyrənə bilər. Nə qədər psixoterapiya alırsan al, hər şey həyatında düzgün gedərkən belə bir gün yatıb yuxuda eyni mənzərəni görə bilirsən. Həyatında hər şey superdir, xoşbəxtsən, amma yatırsan bir gün yuxuda, eyni mənzərəni görürsən. Və yaxud məhəllədə keçərkən hansısa böyük oğlan uşağının balaca uşağa baxışını görəndə sənin orada travman artıq tetiklənir və orada nəsə qəribə bir duyğu ürəyin ortasında belə o köz yenidən başlayır alovlanmağa. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Hesab edirəm ki, bugünkü buraxılış 18+-dur. Ona görə də 3 saniyə gözləyəcəm ki, əgər 18 yaşınız yoxdursa, bu videonu ötürəsiz. 1, 2, 3. Bugünkü mövzu yəqin ki, başlıqdan və profildəki şəkildən az çox xəbəriniz var. Yalnız onu deyə bilərəm ki, ağır bir mövzudur. Mən qonağımızı öz adı ilə təqdim etməyəcəm və siz onun üzünü də görməyəcəksiniz. Bizim artıq ikinci dəfədir belə bir qonağımız var ki, biz onun üzünü göstərmirik və onun bir şərti adı var. Bugünkü qonağımızın da şərti adı Güneldir. Günel xanım, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm çağırdığınıza görə. Deməli, Günel xanım, siz bir müddət əvvəl mənə yazandan sonra ki, bəs bu mövzuda danışmaq istəyirəm. Söhbət burada gedir uşaqlıq vaxtı sizə edilən təcavüzdən. Bəli. Və siz mənə belə deyim də mümkün qədər qısa formada yazmışdınız ki, nə olub, nə cür olub və bu barədə danışmaq istədiyinizdən yazandan sonra mən bu mövzu ilə az çox tanış olandan sonra sizin verdiyiniz məlumata əsasən açıq deyim ki, mənim üçün yəni neçə gündür ki, bu ağır keçir. Ağır keçir nə barədə? Mən düşünürəm bu barədə ki, yəni bu yazıda mən sizə dedim də, yəni nə cür olur ki, mənə çatmır da, yəni insanlar niyə bunu edir? Yəni sırf kişilər tərəfindən, kişilər bunu nəyə görə edir? Mən bunu hələ də özüm üçün müəyyənləşdirə bilməmişəm. Yəqin ki, gələcək vaxtlarda müəyyənləşdirəm, amma məsələ bu deyil. Bu gün sizin hekayə ilə biz tanış olmaq istəyirik. İlk növbədə istəyirəm ki, siz bunu deyəsiniz ki, nəyə görə siz öz hekayənizi danışmaq qərarına gəldiniz? 30'lu yaşlardayam və düşünürəm ki, mən bunu danışarkən uzun müddət sonra psixoloji yardım aldıqdan sonra ilk dəfə belə böyük bir məcrada danışa bilirəm rahat-rahat. Yəni bunu bugün danışa bilirəmsə, bunun arxasında aldığım terapiyalar, professional şəkildə aldığım terapiyalar, psixoterapiyalar dayanır. Və mən bunu travmadır deyə danışmıram mənə artıq. Ən başlıca məqsədim öncəliklə ailəmin bunu mənə yara izi kimi baxmasıdır. Sanki mənim üzərimdə bir yara var, çox dərin bir yara var və bu ayıb bir şeymiş kimi. O yara izini daima mənə xatırladılır. Məndən uzaq gəzilir, vəba xəstəsi kimi davranılır mənə. Halbuki o yara mənim doğularkən mənim üzərimdə olan bir yara deyil. Sonradan valideynlərimin belə deyək də və ətrafda yaşayan hər kəsin ehmalsızca davranışının bir nəticəsidir. Yəni 7-8 yaşında uşağın günahı deyil o hadisə. Amma ətrafdakı 30'lu yaşlarımdayam və ətrafda hər kəs elə davranır ki, sanki mən ləkəliymişəm, ailəm, öncəliklə də ailəm. Mən ləkəliymişəm və məni yox sayırlar. Yox sayılmağın bu cəmiyyətdə mən çox düşünmürəm pis insan olduğumu. Yaxşı insanam, yaxşı ətrafda, yaxşı tanıyır hər kəs, dostlarım, tanışlarım məni. Amma ailəmin mənə iyrənirmiş kimi, narahat olurmuş kimi davranması incidir, qırır bir yerdə, sıxır bir yerdə.
Siz ailə dedikdə ananızı və atanızı nəzərdə Valideynlərim, tutursunuz. ikinci dərəcəli qohumlar, üçüncü dərəcəli qohumlar, hətta elə qohumlar var ki, mənim varlığımdan xəbərdar deyillər ailədə. Yəni mən yoxmuşam kimi. Ailədə bu insan yoxdur, doğulmayıb. Halbuki mən varam və mən yəni düşünmürəm ki, yox sayılacaq insanam. Mən istəyirəm ki, siz yəni əvvələ gedəsiz və konkret şəxslərin adını çəkmədən bu hadisənin nə vaxt baş verdiyini və hansı şəraitdə baş verdiyini danışasınız. Mən bunu nəyə görə bizi izləyib dinləyənlər demək istəyirəm ki, nəyə görə bu formada soruşuram? Çünki Günel xanımla bizim bu çəkilişdən öncə də bir söhbətimiz olub. Yəni mənim bugünkü gündə verdiyim suallar və yaxud da sizin hazırda gördüyünüz, eşitdiyiniz suallar bu o hissədir ki, qalıb. Yəni yekun montajda da yəqin ki biz nələrsə çıxararıq, nələrsə qalar. İndi mən psixoloq, psixoterapevt deyiləm. Hansı sualları insana, yəni bunu yaşamış insana vermək olar, vermək olmaz. O dərinlikdə bu barədə məlumatlı deyiləm. Mən bir insanla ünsiyyət həddində nəyi ən yaxşı formada edə bilirəmsə, onu çalışacağam edim və suallar da bu istiqamətdə, yəni bundan dolayı reallaşır da, belə deyim. Qayıdaq indi sizin məsələyə. Neçənci ildir, nə cür oldu? Ümumiyyətlə məsələ bu yerə nə cür gəlib çatdı ki, siz uşaq yaşında təcavüzə məruz qaldınız? Təxminən 2000-ci illər mən ailənin ilk övladı və ilk nəvəsiyəm. Bu ərəfədə tipik Azərbaycanda baş verən o ərəfələrdə gəlin qaynana davası, valideyn ayrılır. Demək olar ki, hər kəsin ali təhsilli olduğu bir ailədə doğulmuşam və biz köçürük anamın valideynlərinin yaşadığı yerə və biz orada istənilməyirik. Çünki biz orada artıq yükük və bizə xatırlayıram nənəm həmişə itdən əmələ gəlmişlər deyirdi. Mən yəni o əzizləmə şəkli kimi qalıb ağlımda, itdən əmələ gəlmişlər. Yəni bu ananızın Anamın anasının bizə müraciət şəkli idi və mənim valideynim aliment ödənişi elədiyi halda, anam işlədiyi halda, öz anasına güvənib getdiyi halda işə, nənəm bizə çox pis davranırdı. İşdən anam gələnəcən bizi kənd evlərində, Bakının bir kəndidir, kənd evlərində həyət qapısının ağzında daş səkilər olur. Hələ də nifrət edirəm o daş səkilərə. Daş oturacaqlardır və o daş oturacağın üstündə saatlarla biz otururduq valideynim işdən gələnə qədər. Məhəllə çox güvənilir bir yer deyil, amma qohumumdur, hamısı bir-birini tanıyır. Yaşadığım kənddə çox belə pis vərdişləri ilə tanınan bir yerdir. Və belə deyək, biz valideynim işdən gələnəcən biz küçədə kiminsə qohumlardan kimsə bizi öz evinə aparırsa, biz orada qalırıq. Amma valideyn işdən gələndə anası deyir ki, uşaqlar evdə idi, yeyiblər, içiblər, hər şey yaxşıdır. Və valideyn də bizə güvənmirdi, inanmırdı. O ərəfədə, ayrılma ərəfəsində valideynimi də qınamıram bir yerdə. Bu yaşımda qınamıram. Çünki ayrılma ərəfəsində bir qadın, öz duyğuları ilə başa çıxa bilməyən qadın, o ailədə böyümüş bir qadın, biz onun öncəliyi deyildik. Onun öz travmaları var idi o ərəfədə. Yəni prioritet deyildiniz də o. Qətiyyən və biz şiddətə məruz qalırdıq. Ən çox da mən, çünki anam məndə öz peşmançılıqlarını görürdü, öz qaynanasını görürdü, yoldaşını görürdü və ən çox da böyük mən olduğum üçün, digəri balaca bacım, məndən çox balaca olduğu üçün o dəyilmirdi ona, çünki balaca idi. Amma ələ düşən mən idim həmişə. Üstəlik şiddətə məruz qalırıq və biz nə desəydə bizə onsuz da inanan yoxdur, bizi görən yoxdur. Ailədə hər kəs böyükdür, hər kəs təhsillidir, amma bizi görən yoxdur ümumiyyətlə. Və biz heç nə demirdik də, onsuz da bizə inanan yoxdur, onsuz da bizə güvənən yoxdur və 8 yaşım var sənin. Mən hələ indi 30'lu yaşlardayım, hələ mənə indi bəzi şeylər çatmır, mənə sonradan çatır. O yaşda ümumiyyətlə mənə heç nə çatmırdı. Və həmən məhəllədə mağazada işləyən biri, eyni zamanda qonşudur. Mənə indi düşünürəm ki, hər kəs görürdü, eşidirdi, bilirdi, nəyisə hiss eləyirdi. Sadəcə örtbasdır eləmək daha görməməzlikdən gəlmək daha belə deyək də işlərinə gəlirdi. Mağazada işləyən qonşu bizi oyun adı ilə
ən böyük uşaq mənəm o həyətdə. Məndən balaca 2 qız uşağı da var həmin həyətdə. Öncədən demişdim sizə. Bunlar yəni indi öz ailələri var, işləri var, çox yaxşı yerlərdə işləyirlər. Mən onların adlarını çəkmək istəmirəm. Və mən onların da müəyyən müddət o hərəkətlərə məruz qaldığını bilmirdim. 20'li yaşlarıma qədər. Belə deyək, biz oyun adı ilə həmən pedofil, mən pedofil deyirəm, çünki pedofiliyadır o, yəni onun adı odur. 18-17 yaşında biri idi, bilmirəm tam yaşını. Bir dəfə görmüşəm həmən insan sadəcə. O bizi oyun adı ilə çəkirdi, çünki heç kəs, nəzarətsiz uşaqlar, məhəllədə nəzarətsizlik, bizi önəmsəyən yoxdur, inanan yoxdur. Zaten qorxan uşaqlardır və məni və digər uşaqları oyun adı ilə yanına çağırırdı və nalayiq hərəkətlər edirdi. Mən o an başa düşmürdüm, nə baş verir. Sadəcə, məsələn, fraqman olaraq gözümün önündən keçir. Çırpınıram, əlindən qaçıram, həyət qapısından girirəm. Həyət qapısından girərkən aşağıda ayaq yolu var. Mən orada girirəm. Və mən görürəm, indi onun arxa fonunu danışmaq istəmirəm. Mən orada neyinsə yanlış getdiyini hiss eləyirəm. Amma mənə çatmır. Və gedib kiməsə bunu danışacağım böyük biri yoxdur. Güvənəcəyim, danışacağım və yaxud mənə evdə desəydilər ki, sənə biri toxuna bilməz, toxunsa gəl bizə de. Mən onu əlbəttə deyərdim. Amma mənə elə bir şey deməyiblər və mən qorxuram ki, indi mən kiməsə nəsə deyəcəm və məni döyəcəklər. Yenə döyüləcəm. Çünki düşünürəm ki, o da məni döymək kimi bir şey eləyib də, oyun adı ilə. Və mən illər boyu özümü günahkar, özümü ləkəli, özümdən iyrənirdim. Və düşünək ki, valideynim də məndən iyrənərək böyüdüb məni. Mənə hələ də 30'lu yaşlarım çatmır ki, insan necə dünyaya gətirdiyindən iyrənə bilər. Və mənim o hər şey yadımdadır. Nə qədər psixoterapiya alırsan al, hər şey həyatında düzgün gedərkən belə bir gün yatıb yuxuda eyni mənzərəni görə bilirsən. Yəni sən həyatında hər şey superdir, xoşbəxtsən, amma yatırsan bir gün yuxuda, eyni mənzərəni görürsən. Və yaxud məhəllədə keçərkən hansısa böyük oğlan uşağının balaca uşağa baxışını görəndə sənin orada travman artıq tetiklənir və orada nəsə qəribə bir duyğu ürəyin ortasında belə o köz yenidən başlayır alovlanmağa. Bu dəfələrlə baş verib oyun adı ilə və bir də aldatdım sözü qulağımda burada həmişə var. Həmən səs tonu, həmən deyiliş tərzi, baxışı, o dayanıb orada və illər ölənə də mənimlədir düşünürəm. Aldatdım. Balaca bir uşaq yuxarıdan baxır birinə və o aldatdım. Həmişə eyni şey eləyir. Və biz bunu oyun adı ilə qəbul edirik. Düşünmürəm ki, evdə valideynlər yaxud böyüklərdən bunu heç kəs hiss eləməyə. Çünki mən bu barədə araşdırmada eləmişdim. Yəni ensest münasibətə qədər gedir çıxır o uşaqlardakı olan travmalar. Bizdə də uşaq idik. Arada 3 yaş, bütün uşaqların arasında 3 yaş fərq var. Və biz evdə oyun adı ilə onun bizi elədiklərini göstərirdik. Əməlli başda bizə nə olunur? Mən bunu açıq-aydın utanmayaraq ilk dəfə dilə gətirirəm. Çünki yəni mən durub deyə bilmərəm ki, 30'lu yaşında durub yəni riskə atıram özüm deyim ki, məsələn biz onu eləyirdik. Mən bunu çox az adam psixoloqumla danışmışam və indi burada açıq şəkildə danışıram da. Biz bu hərəkəti öz aramızda biz onu oyun kimi qavrayırıq axı. Biz yenə oyun oynayır. Və biz bunu yəni evdə oynayırıq. Evdə görən var bizim o oyunumuzu və gedir valideynə deyir ki, sənin uşaqların mənim uşağımın tərbiyəsini kollayır. Ona pis şeylər öyrədirlər. Amma deyən yoxdur ki, bu uşaqlar hardan öyrəniblər bu davranışı? Bu uşaqlar bu toxunuşu, bu hərəkətləri, bu narahat edici davranışları hardan görüblər, hardan şey ediblər? Və bizdə televizor qadağası var, yəni televizora baxmaq söhbəti yoxdur. Biz sadəcə yemək yeyə bilərik, valideyn evə gələndən sonra. Mən uzun müddət, yəni necə insan yemək verə bilməz də evdəkinə. Digər məndən yaşda olan balacası xatırlamır və yaxud xatırlamaqdan çəkinir, danışmaq istəmir bu barədə.
Amma mən xatırlayacaq yaşdayam. Mənə yemək verilmirdi və mən acı yatırdım. Mən səsimi çıxartsam döyülə bilərəm. Elə bir şey vəbşə dilləndirə bilmərəm ailədə. Yəni mən inanan yoxdur, döyüləcəm. Bu bir müddət davam elədi ta ki valideynlərim yenidən barışana qədər. Valideynlərim barışdı. Heç nə olmamış kimi həyatımıza davam elədik. Belə xadnoyda çox pis uşaq olmuşam. Bunu yeniyetməlik dövründə. Hə, keçid dövründə, yeniyetməlik dövründə çox kobud, çox aqressiv, evdən dəfələrlə qaçan, amma dərsləri eyni zamanda dərsləri yaxşı olan, sakit, tərbiyəli, hər kəsin bunu eləməz dediyi insan olmuşam. Amma müəyyən özümə də çatmırdı axı o davranışlar. Mən altda yatan o travma çıxır və mən bacarmıram, mənə kömək edən yoxdur. Mən o duyğunun adını bilmirəm, mən o hisslərindən başa çıxa bilmirəm. Mən hər dəfə o sinir krizləri keçirəndə, mən indi onun adını bilirəm. Hər dəfə o krizlər gələndə mən yenə döyülürdüm. Hətta mənim ön dişim təpiy vurulub, məsələn, valideynimin tərəfindən qırıqdır. Ömrü boyu o qalacaq, çünki düzəltmək olmaz. Heç düzəltmək fikrim də yoxdur. Atanız yoxsa ananız? Anam. Bizdə şiddət göstərən valideyn ana olurdu. Ata da göstərirsə, onu ana məcbur eləyir, göstərir. Sən kişi deyilsən, vurmursan. Müəyyən bu keçid dövründə, yeniyetməlik dövründə çox aqressiv olmuşam. Bunu kimdən soruşsa deyə bilər. Mən bunu gizlətmirəm. Dəfələrlə evdən qaçmışam. Mən hər dəfə bu hadisələr başıma gələndə artıq evdə narahatçılığam mən. Evdə probleməm mən. Məni ya Milməsi mağaziyatgahına aparırdılar. Çünki tövbə eləməliyəm mən. Nəyin tövbəsi bilinmir. Yəni əlimdən tutub həkimə aparan yox idi. Yəni düzdür, o dövrdə bəlkə bilmirəm 2010-cu illərdə, 11-də bəlkə psixoloqa gedən yox idi. Amma yəni təhsilli bir ailədə uşağın problemi varsa, onu harasa yönləndirə biləcək bilməli idilər. Bunun əvəzinə mənə valideynimin iş yoldaşının tibb universitetindən yeni girmiş qızının yazdığı yüksək dozda antidepressant verirdilər. Bilmirəm o dozda antidepressant doğrudurmu, doğru deyilmi? Mən sonradan araşdırdım. Sən demə onu qırmızı peçatla, yəni belə deyil, xüsusi möhürlə verilən bir dərmandır. Hal-hazırda apteklərdə icazəsi yoxdur onun satışı. Və mən öz övladım olana qədər o dərmandan istifadə eləmişəm. Çünki mən problemdən qaçırdım. Bir şey olan kimi aqressivləşəcəm, problem məndədir, mən pisəm və mən bu dərmanı içəcəm, yatacam, sakitləşəcəm, duracam. Yəni dururdum, yəni bədən oyanır, hiss eləyirsən, yenə o dərmanı içirsən, yatırsan və dünyadan kəsirsən əlaqəvi. Müəyyən müddət, yəni evdən qaçmışam, qaçaraq evlənmişəm. Problemlərimdən qaçmışam. Heç nəyin üzərinə gedə bilməmişəm. Çox zəif olmuşam. Özümə güvənim olmayıb. Çünki böyüyərkən məndən həmişə iyrənilib. Mən səhv olmuşam, mən pis olmuşam. 2020-ci illərdə mən həmişə bu arada əlaqədə olmuşam valideynlərimdən. Həmişə uzaqdan uzağa digər qohumlarla, ikinci dərəcəli qohumlarla və yaxud əlaqədə olmuşam. Şad gündə, pis gündə, amma məni heç vaxt yaxın buraxmayıblar. Belə pis çıxmasın, hər kəsin qız övladı evdən qaçaraq evlənə bilməz, amma ki indi var da elə bir cəmiyyətdə heç kəs ona barışıq olur, nəsə olur. Amma sanki məndən canları qurtarılmış kimi davranırdılar. Yəni evdə bir problem var idi və çıxdı getdi. Vəsə. Yəni siz həyat yoldaşınızla evdən qaçıb ailə qurmusunuz da, yəni elçi gəlmə məsələsi oldu. Xeyr, heç tanımadığım, 2-3 gün tanıdığım insanla. Səbəb nə idi? Yəni o 2-3 gün tanıdığınız insanla qaçmağınıza? Valideynimin mənə davranışları və o keçid dövründə işləyirdim də. Artıq 18-19 yaşlar idi. İşləyirdim, işdən gəlirdim, haradan gəlirsən, çox nalayiq sözlər, yəni istifadə eləmək istəmirəm. Keçən dəfə də hərif olaraq sizə dedim sadəcə. Yəni çox nalayiq qadınla aşağı ucuz göstərən sözlərlə hər kəsin yanında, hər kəsin önündə sən haradan gəlirsən, ay filan kəs, ay filan şey. Onlar bilmirdilər ki, siz orada işləyirsiniz. İşləyirdi, bilirdilər, hər gün işə gedirdim, gəlirdim, rəsmi olaraq iş yeridir, dövlət, yəni vergi ödəyir, maaş alıram. İstədikləri vaxt gəlirlər həmən işlədiyim yerə, baxırlar mənə, gedirlər, yol üstü falan. Yəni
mən hər şeyi ortada şey eləmişəm. Mənim gizlin bir işim olmayıb. Göz qabağında olmuş. Göz qabağında. Sadəcə iş də mənim üçün nə idi? Evdən çıxış yolu idi. Yəni səhər çıxım, axşam gəlim. Vəsə. Dəyib dolaşan olmasın mənə. Mən də heç kəsə dəyib dolaşmayım. Çünki mən də çox aqressiv davranırdım. Mən də övladım valideynə davranmayacağı qədər aqressiv davranırdım. Çünki artıq bizdə dil o idi. Yəni ünsiyyət dili bizdə odur. Söyüş, təhqir, şiddət. Yəni başqa heç bir şey yox idi. Və işlədiyim ədəfədə artıq gördüm ki, yox, işdə də normal deyil. Yəni psixologiyam da normal deyiləm. Hətta atamın dostları gəlir evə, tanışlar gəlir, qohumlar gəlir. Artıq qohumlar mənə o sən ay filan kəs, ay filan şey deyildik düşün mənə. Qohumlar mənə artıq dırnaqarası bir insan kimi baxırdılar. Yəni mənə əxlaqsız təklif atamla əllə görüşüb qardaşım dedikləri harda, mənə kənarda əxlaqsız təkliflər eləyə biləcək qədər ürəkli idilər qohumlar. Yəni onların yanında valideyniniz sizi təhqir edirdi deyə. İcazə verirdi də mənim övladıma təhqir edirəm, baxın mən icazə verirəm ki, siz də nə istəyirsiniz edə bilərsiniz ona. Hansı gözlə istəyirsiniz baxa bilərsiniz ona. Hətta yəni günlərin bir günü evimizdə qalan bir qohumumuz var idi. Valideynim yatmışdı anam, atam aşağıda samavar çay dəmləyirdi. Bu insan da yapışdı. Mən də döndüm, qayıtdım o televizora baxırdım, keçdim o otağa. Bir şey lazımdır, əmi dedim. Bu insan da məni qucaqla başladı, çox üzr istəyirəm, dodaq məsafəsindən yaxınlaşmağa. Və mən o an özümü itirdim. Çıxdım, otaq itələdim, çıxdım və getdim digər otağa. Səhərə qədər yatmamışam, ağlamışam. Çünki nə eləyəcəyimi bilmirəm. Çünki mən bunu desəm, yenə mən pissəm, mən üz vermişəm, günah məndədir. Bir müddət sonra dedim, dalaş əsnasında bu sözü dedim. Atam sağ olsun zəng eləmişdi həmən insana. Amma valideyn, anam döndü, qayıtdı dedi ki, o da qulağımdadır hələ də. Yəqin özün üz vermirsən. Həmən insanın mən yaşda qızı var idi. Yəqin özün üz vermirsən. Və mən həmişə elə bilmişəm ki, yəni mən özüm üz verirəm hər kəsə. Mən özüm pisəm. Mən özüm yəni, anamın dediyi kimiyəm. Atavız zəng vurdu həmən adama, ona nə dedi? O dedi ki, ola bilər içkili idim və yaxud narkotik vasitənin təsiri altındaydım. Ola bilər eləmişəm. Amma demədi, yəni kişi kimi boynuna aldı ki, eləmişəm. Sonra atam da ona dedi ki, bir də bura kəndə gəlsən, yaxşı olmayacaq sənin üçün. Düz ailədə digər kişi xəyallarda xəbər tutmuşdu demişdilər. Amma yenə ailədə hər kəs fikirləşirdi. Mən şən biri idim, çox belə güləyən biri idim. Çox çiçəklər açan bir uşaq idim. Evet, salfetka götürün, su için anatomi. Və hər kəs bunu nədənsə şey qəbul edirdi. Mən əgər gülürəmsə, üz verirəm. Gülürəmsə, yaxşıyamsa. Mən də yüngül əxlaqlı qadınsınız. Bəli. Və biraz da şey uşaq idim. Sarışın, cıvıl-cıvıl bir uşaq idim. Məsələn, ailədə digərləri qaraşındım. Bir də mənəm sarışın. Cıvıl-cıvıl. Həmişə deyirdim, mənim həyat mənim üçün gözlərimin rəngi qədər belə işıl-işıldır mənim üçün. Elə düşünürdüm. O qədər pis şeyə rəğmən həmişə elə baxmışam. Çox, yəni travmatik baxmamışam heç nəyə. Çünki o travmaların hansına baxarsan, hər travma üstünə travma. Yəni daha pis hansı ola bilər? Yəni hamısı bir-birindən pis idi. Yaxşı bir şey yox idi. O hadisələrdən sonra düşünürdüm ki, bir gün atam anamın sözlərinin üstündə harasa, yəni ya mən öləcəm, çünki ailədə də bir problem olan kimi gəlirdi həmən ailə böyüyümüz, digər nənəm, belə deyək, gəlirdi, yığışdırın qızınızı filan şey eləyir. Və yaxud bir qohumum, yəni atavızın atası öldür anası onu, gəlirdi. Anamın. Qızın əxlaqsızdır, öldür onu, bu da öldür onu, kişi deyilsən, bu da öldür onu. Bir dəqiqə, sizin atavıza bu sözü kim deyirdi? Anam, nənəm. Ata-anası, Anamın, ana-anası. Valideynimin anası. Və yaxud hansı bir qohum oğlanla görürdü məni, sinif yoldaşımla gəlirəm. O saat sənin qızını oğlanla görmüşük.
yəni o oğlanla görmüşük söhbəti bizdə kənddə necə idi? O vaxt bizdə elə idi. İndi yox. İndi bizdə ailədə hər kəs çox genişləyib. Oğlanla görmüşük, biri məni oğlanla görürsə, evə gəlib çatanacan artıq o oğlanla yatmış söhbətinə çatırdı. Yolda görüblər, yəni sentralni yolda. Yəni gəlirəm dükanların qabağı ilə, sinif yoldaşımla, amma o ev söhbət bizim qohumlar tərəfindən evə gəlib elə çıxırdı ki, mən oğlanla yatmışam. Çox üzr istəyirəm. Səbəb nə idi sizdə buna? Bilmirəm, ya məni belə atmışdılar ortaya. Hər kəs istədiyini deyə bilirdi mənə. İstədiyi kimi davrana bilirdi mənə. Məsələn, bir gün gecənin bir yarısı səhər saatlarında, hətta 6-da atamın əmisi zəng eləmişdi evə ki, Güneli görmüşük məhəllədə. Saat 6-da. Valideynim də tərəddüd edib açıb otağa girib baxmışdı ki, görsən mən evdəyəm ya yox. Düzdür, yəni qaçırdım evdən o ərəfələrdə, amma yəni o ərəfədə evdə idim. Yəni məni orada necə görə bilərsən? Və yaxud valideyn, digər qohumlar, biri ilə bir söhbətim düşürdü uşaqlardan. Gəlirdi evə, sən filan qızıvı yığışdır. Sən mən filan hərəkətimi görmüsən gözündən. Yəni dəqiq bilirsən, oradaydım mən o hərəkət eləyəndə. Valideynim də dedi, hə, ola bilər, filan şeydir bu. Yəni valideyn sizi müdafiə eləmirdi deyə artıq başqa insanlarda cürət tapıb sizə qarşı istənilən ittihamı irəli sürə bilirdilər. Bəli, məni belə leş kimi atmışdı ortaya və leşə milçəklər necə dadanarlar. Qısa fasilə verdik, indi davam edirik. Bu sualı vermək istirdim ki, sizcə nəyə görə anavız sizə qarşı bu formada davranırdı? Çünki danışdıqlarınızdan bu təəssürat yaranır ki, əsas sizi qaralamış şəxs anavız olub. Yox, qaralamaq deməyək. Bəlkə burada müdafiə eləmiş olacağam. Hə, bu yaşımda valideynimi anlamağa çalışıram, yəni bağışlamaq deməyək. Yəni onun yerinə özümü qoyuram və çalışıram ona anlayışla davranım. Nəticə etibarilə bu dünyaya gəlmə səbəbim onlar, valideynlərimdir. Mənim yəni bu təcrübədən keçməyim, bu mənim belə deyim, mənim yolum olub. Həmən valideynləri mən seçməmişəm bəlkə də, amma valideynimin o anki psixoloji durumu və təhsilli biridir. Valideynin pedaqoji fəaliyyəti var və başqalarının balasının başını sığallayarkən sənə bir can deməyən valideynə hardasa biraz küskünlük olur böyüyə-böyüyə. Amma bu düşmənçilik deyil, kin deyil. Adını qoya bilmirsən nə duyğudur. Amma böyüyə-böyüyə daha da bu boşluğa çevrilir. Yaxşı. Siz dediniz ki, belə deyək də, qaçıb ailə qurmusunuz. Ailə qurmuşam, qeyri-rəsmi şəkildə. Yəni rəsmi olmayıb. Çünki ailə qurduğum ailədə orada da qadının bir dəyəri yox idi. O başqa bir xaotik bir yer idi. Çünki mən yağmurdan qaçarkən sanki doluya tutuldum. Bu da normal bir şeydir. Çünki o travmalı halımla ən yaxın, ən özümə çəkdiyim, mən insan travmalı olarkən yəni özünə uyğun duyğunu seçir. Qarşısındakını pis görmüsənsə pis bir şeyə gedib əl vurursan. Yaxşı gördüyün bir şeyə gedib yaxşı bir şey görərkən gedib yaxşı bir mühitə düşürsən, yaxşı dostlar seçirsən, yaxşı həyat yoldaşı seçirsən özünə. Amma mənimcə sadəcə qaçış yolu idi, evdən qaçış yolu. Və mən yəni qaçıb çıxıb gedəndən sonra heç mən axtarılmayamışam da. Yəni dəfələrlə yeniyetməlik dövründə evdən qaçmışam. Polisdə də ərizələr var mənimlə bağlı. Valideynlərimdə də yetərincə danlayıblar həmən idarələrdə. Amma nə olsun, yəni heç bir faydası olmayıb. Düşünürəm ki, o dövrdə psixoloji yardım almalıydım. Bəlkə o dövrdə indi sığınacaqlar var, indi dövlət daha çox işləyir. Ki mən də dövlətdən dəstək almışam. Psixoloji yardım göstərilib mənə dövlət tərəfindən, övladıma, mənə. Mən dövlətdən yəni psixoloji yardım aldıqdan sonra yəni özümü tapa bilmişəm. Sonra yəni travmalarım üzərində işləməyə başlamışam. O dövrdə o qədər yaygın deyildi. Uşağın haqqı, hüququ o qədər qorunmurdu. O dövrdə sadəcə valideyn arasında həll olunurdu. İdarədən və yaxud hər hansı bir qurumdan çağırılırdı valideynlər. Biraz danlanılırdı, loru dillə desək.
Sonra yenə eyni mənzərə. Heç kəs çünki o evin içində uşağın nə yaşadığını bilmir. Kənardan çox mükəmməl görünən bir ailə, içəridə vandalizm deyə, yəni birinin hər dəfə mən sinir krizi keçirəndə onun şiddətə baş vurması, onun qarşılığının şiddət olması mənə də bu dəfə artıq o ünsiyyət dilini öyrətmişdi, şiddət. Mənim başqa çıxış yolum yox idi. O ailə qurmaq, yəni o evdən uzaqlaşmaq mənim üçün bir çıxış yolu idi. Ondan sonra da ünsiyyətim olub, dediyim kimi, yəni ikinci dərəcəli qohumlar vasitəsilə bibi, dayı, əmi görüşülmüşük, amma mən o evdə heç axtarılmırdım da. Çünki canları qurtarmışdı məndən. Pis bir övladları var idi, başa çıxa bilmədikləri, onlara görə əxlaqsız, tərbiyəsiz bir qızları var idi və onlardan canları qurtarmışdı. Vəsə. Və bir 10 il, yəni mənim bəzi qohumlarım var ki, məndən sonra gələn nəsil məni tanımır. Yəni mən yoxam. Mən o qədər yox sayılmışam. Mən uşaqlıqdan yox sayılmışam. Bunun adı, nə bilim, şiddətdir, qoya bilmirəm. Bunun adı sevgisizlik də qoya bilmirəm. Heç nə qoya bilmirəm. Bu boşluğu heç nə ilə doldurmaq olmur. Sadəcə yox sayılmaq, görülməmək, olmamaq. Okay, siz ailə qurdunuz, sonra mənə dediyinizə görə ayrılmısınız. Övladımı tək böyüdürəm. Dəstək var, maddi dəstək var. O tərəfdən, yəni övlad mənim də olduğu qədər o tərəfin də övladıdır. O tərəfdən də dəstək var mənə. İndi daha çoxdur dəstək, çünki indi artıq böyümüşəm. İndi artıq nə istədiyimi bilən insanam. İndi güclüyəm. İndi tək deyiləm. Övladım məni daha da güclü eləyib. Mən də indi valideynəm. Bəzən övlad valideynə borclu olur, amma mən övladıma çox şey borcluyam. O mənim yaşam səbəbimdir. Həyata tutunmaq səbəbimdir. Yaxşı bir şeylərə inanmaq səbəbimdir. Məndə qalan son insanlığa aid son qırıntıların, belə toxumların tezdən cücərib, yaşıllanıb, böyük bir ağac olma səbəbidir. Mən əvvəl balaca bir əzilmiş buğda dənəsi idimsə, indi mən övladımın sayəsində çox böyük, çox qəşəng yaşıl ağacam, meyvələri olan, budaqları belə gözəl olan, yarpaqları, çiçəkləri olan, üzərində sanki özümü elə hiss edirəm, sanki bütün meyvələr mənim üzərimdə var. Mən özümü elə köklü, sağlam bir ağac kimi hiss edirəm. Siz mənə ilk dəfə yazanda və mən sizdən soruşanda ki, nə cür oldu ki, qərara gəldiniz ki, niyə istədiniz ki, ümumiyyətlə bu barədə danışasınız? Sizdən biraz bunun haqqında danışasınız. Nə səbəb oldu bu məsələni bölüşəsiniz? Çünki mən sizdən həm də soruşdum ki, siz bilirsiniz ki, bu iddianı ortaya qoyandan sonra polis əgər bu məsələ ilə məşğul olsa, sizdən bununla bağlı məntiqlə mənim ağlıma gələn budur ki, bir sübut istəyərlər. Bu sualda mən sizə verdim. Elə istəyirəm bu məsələyə də siz cavab verəsiniz və həmçinin bir, nəyə görə bu barədə danışmaq istədiniz? İki, sizdən sübut istənilsə, nə sübut gətirə bilərsiniz bu məsələyə? Bunları deyin, sonra davam edərik. Mən sizə də dedim, danışanda ki, çalışmam kiməsə nəsə mənə inansın. Mən bunu yaşamışam. Mən yox görülmüşəm. Mən o uşaq vaxtımdan yox görülmüşəm, sayılmamışam. Yoxam, mən yoxam. Mən ola bilər yaşayıram, indiyəcən çox gözəl həyatımda var, çox şükür. Amma mən o hadisələrin fonunda, o hadisələrin səbəbi olandan sonra mən yox sayılmışam. Və o uzun bir müddət məndən oğurlanılıb. Mənə ləkəliymiş kimi, yaralıymış kimi davranıblar mənə və bağ xəstəsi kimi davranıblar və hər şeyin günahkarı mənmişəm kimi. Mən bunu danışaraq kiməsə mənə inansın da istəmirəm. Məndən başqa, mən sizə qeyd elədim ki, məndən başqa uşaqların da başına gəlib bu hadisə. Yəni onlar da uşaq olublar, sizdən yaşda balaca olublar. Ailədə olan digər uşaqlara da həmən hərəkətlər, həmən pedofilin o hərəkətləri, həmən taciz, təcavüz, indi mən danışmadığımıza görə ailədə onlar tərəfdən bilmirəm çərçivəsini, amma yəni gizlətməyə çalışırıq, örtbasdır olunmağa çalışır. Yəni siz bunu bilirdiniz o vaxt uşaq olanda bilirdiniz ki, onlara qarşı da bu edilib? Yox, bilmirdim. Bir ailə böyüyümüz rəhmətə gedəndə mən ilk dəfə ora getməli oldum. Çünki rəhmətə gedən mənim üçün çox əziz biri idi. Mən ora gedəndə mən indiyəcən ölü necə aparılır, necə
bilmirdim, görməmişdim. İlk dəfə o mərasimi görürdüm. Və mən həmin insanı xalçanı qaldırırlar, tuturlar. Yəni kişi xeylaqları girir evə. Və mən həmin insanı orada gördüm. Və mən bircə ona üzüldüm ki, rəhmətə gedən mənə çox əziz idi, məni çox əzizləyirdi. Mən də, yəni haqq dünyası varsa artıq o deyirlər ölü öləndən sonra hər şeyin həqiqəti görür. Mən çox üzüldüm ki, o hər şeyi görəcəyimi görəsən. Hər şeyi hiss eləyəcəyimi, onun xalçasını daşıyanın, onun balalarına, onun evinin içindəki uşaqlara elədiklərini görəcəyimi görəsən. Siz həmin şəxsi ən son, yəni bu yas mərasiminə getməzdən öncə, ondan öncə ən son nə vaxt görmüşdünüz? Neçə il öncə görmüşdünüz? Görməmişəm. Qonşu idi. Deyirəm ki, valideynlər barışandan sonra biz çox nadirən gedib gəlir işimiz var idi. Çünki mən ana tərəfimi sevmirəm. Onlar da aralarında məni çox istəyənlər var. Mənim düz olduğumu, yəni məni bilənlər var. Danışdıqlarım da var. Mən hər ki valideynlərim tərəfdən qohumlarla, ikinci dərəcəli qohumlarla danışıram. Heç kəslə düşmənçiliyim yoxdur. Amma ki o tərəfə getmədim deyə mən o insanı görmürdüm və bəlkə də ona görə getmirdim ki, görməmək üçün. Yəni siz ən son onu görmüşdünüz, elə uşaq vaxtı ki, o təcavüz olan vaxtlarda görmüsünüz, sonra sizin bəlkə görmüşəm ondan sonra küçədə, o uşaqlıq ərəfəsində, uşaqlıq dövründə, amma xatırlamıram. Beynim yoxdur orada. Beynimdə ancaq o bəzi fraqmanlar var o insanla bağlı, vəsə, bitdi. Və yaşda da böyüdü bizdən. İndi bilmirəm 40 yaş üstü biri idi. Hətta 40-lı yaşlarında olar indi. Amma məsələn ilk dəfə məclisdə, mərasimdə, yas mərasimində görəndə onu çox üzülmüşdüm. Amma düşünəndə ki, yəni biz o evdə o hadisələri yaşayarkən heç kəs bizi görməyib. O mu daha çox pislik eləyib bizə, yoxsa şəxsən öz adıma, o mu daha çox pislik eləyib mənə, yoxsa ailədə olan böyüklər, valideynlərim? Üzr istəyirəm, dediniz ki, bilmirdiniz. Bəli, siz elə bilirdiniz ki, daha doğrusu təkcə sizə təcavüz olunub. Yas mərasimində ilk dəfə ailədən digər fərdləri ilə də danışarkən, məsələn mən çox dedim sizə, aqressiv idim o dövrdə. Və o uşaqlar düşünürəm ki, yəni bunun psixoloji tərəfini bilmirəm, o uşaqlar daha çox müəyyən seksual hərəkətlərə məruz qalmış uşaqlar tez oyanırlar sanki. Tez yəni yeniyetməliyə tez girirlər nədir? Hərəmiz bir cür yaralıydıq. O ailədə o seksual hərəkətlərə məruz qalan uşaqların hamısı müəyyən bir aqressivlikdə idi. İndi dönüb geriyə baxanda yeniyetməlikdə o içi mən daxil o digər uşaqların da müəyyən hərəkətləri var idi. Düşünürəm ki, bunlar hamısı o altda yatan travmaya bağlı idi. O yas mərasimində ilk dəfə belə səsli şəkildə dilə gətirəndə bunu yaxınlarla, yəni sizə təcavüz olunduğunu dilə gətirdiniz. Uşaq vaxtı, yəni belə bir mən bu qapıdan iyrənirəm dedikdə, buna görə iyrənirəm, buna görə zəhləm gedir deyəndə ailədə digər fərd qayıtdı dedi ki, bəs filan kəs. Orada mən, yəni orada oturduğum yerdə qalmışdım. Çünki mən uşaqlığım boyu digər iki uşağı qoruduğumu sanırdım. Yəni digər iki qızı. Yəni mən oynayırdım onunla, o onlarla oynamırdı. Yəni pis bir oyun oynayırdıq. Mən oynayırdım, amma digərləri də oynamırdı. Yəni mənimlə oynasın, amma onlara dəyməsin. Siz sanki həmin o iki sizdən yaşda balaca olan qızları qoruyursunuz bu formada. O vaxtda elə düşünürdüm. Yəni mənimlə oynasın bu pis oyunu, amma onlara dəyməsin. Mən həmişə mənə digər ailədən digər insan həmişə deyir ki, xanım, sən niyə dilə gətirirsən? Dilə gətirirsən deyəndə ki, mən bunu heç vaxt gizlətməmişəm. Səsli şəkildə həmişə demişəm. Özümü biləndən bunu səsli şəkildə dilə gətirirəm. Ailə üzvlərinin yanında da, yəni bir ortamda da nəsə soruşulanda, narahat hiss eləyəndə özümü, mən bunu dilə gətirirəm. Yəni məni sevmirlər, məni qəbul eləmirlər, məni yox görürlər, amma bu səbəbə görə məni yox görürlər. Mən filan hərəkəti eləmişəm, mən evdən qaçmışam və yaxud mən çox pis yeniyetməlik keçirmişəm, amma bu səbəb yatır altında. Və həmişə o digər xanım deyir ki, sən onu dilə gətirirsən. Mən dilə gətirirəm, amma digərləri dilə gətirmir.
bəlkə çəkinirlər, bəlkə hazır deyillər ona, bəlkə utanırlar, bəlkə qəbul etmək çox çətindir. Yəni mən də hərdən fikirləşirdim ki, mən qəbul etsəm ki, onlara bir şey olub, mənə olduğu onlara da olub, mən ölə bilərəm, özümə nəsə eləyə bilərəm, ya qarşı tərəfə nəsə eləyə bilərəm. Çünki necə yəni, mən axı qoruyurdum onları. Mən axı o balaca bədənimlə, balaca bir uşaq idim. Günəş sarısı saçları olan balaca bir uşaq idim. Mən əgər o fədakarlığı, o yaşda, o bədənimlə, o cüssəmlə eləyə bilirdimsə, o böyüklər bizim üçün daha çox artıqını eləyə bilirdilər. Mənim ailəmdə zəif qadın yoxdur. Bugünkü anam bəlkə də bilmirəm, yəni inana bilmirəm, inanmaq istəyirəm bəlkə də anamın bugünkü vəziyyətində olan anam həmən günü parçalayardı, məhv eləyərdi, öldürərdi. Onun uşağına biri bir barmaq uzatsaydı. Mən hiss eləmək, ona inanmaq istəyirəm ki, mənim valideynim bunu qəbul etsəydi, yəni çox ağır nəticələr ola bilərdi. Amma ki, belə deyək də, mən o ərəfədə xəbər tutanda ki, belə bir hadisə təkcə mənim yox, digər uşaqların başına da gəlib, mən artıq fikirləşdim ki, bu pedofil davamlı olaraq, müddətli olaraq, yəni başqa-başqa uşaqlara da eyni hərəkət eləyib və eyni kənddə hələ də yaşamağa davam eləyir və o məhəllə elə bir məhəllədir ki, orada uşaqlar cıvıl-cıvıl oynayırlar, küçəyə çıxırlar, qızlı, oğlanlı, axşamlar orada səs-küy var. Mən bir anlıq başqa uşaqlar üçün artıq narahat olmağa çalışdım. Çünki onu eləyən, o 3 uşağa çörək yediyi qapıda onu eləyən və bizi həmişə qorxudurdu. Evdədirsən, döyüləcəklər səni, öldürərəm səni. Bəlkə də mənim də çox az yadıma gəlir. Çox xırda-xırda fraqman şəkildə sözlər yadıma gəlir, amma uje şey kimidir. Yəni haçan istəsəm birdən anidən o görüntü gəlir. Sıfır görüntü, yəni hər şey dünənki yaşayırmış kimi gəlir o görüntü mənə. Mən düşünürəm ki, mənə elə gəlirsə, o birisilər axı yaşda balaca olub məndən. Bəlkə tam hələ də çatmır onlara. Bəlkə də tam hələ oturmayıb yerinə. Onlar yaşda məndən hələ də balacadırlar. Desəm ki, yəni siz dediniz, orqanlar xəbər tutsa, bu iş araşdırılsa falan, kimə nəyi sübut edə biləcəyəm hissəsində heç bir qadın 30 yaşında, hələ də övladı olan qadın durub deməz ki, mənə uşaq vaxtı təcavüz eləmək. Və mən bunu illərdir eyni şey deyirəm. Mən illərdir eyni adamı, eyni hekayəni danışıram. Mən o hekayədən kənara çıxmamışam heç vaxt. Danışıram deyəndə ki, yəni öz aramızda, ailədə, çox yaxınlarımla. Yəni Ailənin yaxınlarının reaksiyasını alırsın bu danışdığınıza? Valideynlə danışmamışam. Necə danışmamışam? Dilə gətirmişəm, amma oturub üzbəüz danışmamışıq bu mövzuna heç bir valideynimlə. Mənim valideynlərimin üzü yadımdan çıxır bəzən. Görüntülü övladım yığır, danışırıq. Amma mənim yəni bizim bir masa arxasında oturub bəzi şeyləri danışmağımız mümkün deyil. Yəni danışa bilmərik. Danışsam da qarşımdakılar bunu qəbul edəcək və dinləyəcək, dönüb mənə sarıla biləcək böyüklükdə deyirlər. Yəni onun şuurlu şəkildə yanaşmayacaqlarından %100 əminəm. Sən bizi biabır elədin. Sən demək istəyirsən ki, biz oxumuş ailəyik, təhsilli ailəyik, amma bizim ailəmizdə belə bir şey olub, biz örtbasdır eləmişik. Bəli, örtbasdır eləmişsiniz, görməmişsiniz, görmüsünüz, görməməzlikdən gəlmisiniz, eşitmisiniz, eşitməməzlikdən gəlmisiniz. Mən, yəni, əgər siz bir problemin olduğunu görüb mənim Məsumağaya apararkən, yəni başqa bir şey də eləyə bilərdiniz. Bir problem var, psixoloq aparaq, psixoterapevtə aparaq. Görək bu uşağın nə dərdi var, nə problemi var, niyə belə davranır? Məsələn, niyə seksual zəmində hərəkətləri var bu uşağın? Mən indi onu adlandıra, o hərəkətləri, o davranışları adlandıra bilirəm. Çünki şuurlu şəkildə oxuyuram, bir yerdən görürəm. Bu internet hamımızın əlinin altındadır da. Son dövrlərdə pedofiliyanın nə olduğunu başa düşmüşük. Bizim üçün bu danışılmayacaq bir mövzu idi cəmiyyətdə.
Yadıma gəlir ki, siz dediniz müalicə aldığınız psixoloqdan öncə hansısa bir təhsilini yeni bitirmiş psixoloqla danışmısınız. O sizə nə demişdi? Təhsilini bitirmiş deyildi. Dövlətin mərkəzində bir psixoloq idi və mən o da yönləndirildim. Mən xəbər tutdum ki, bizim yaşadığım yerdə belə bir qurum var. Dövlətin belə bir qurumu var. Ailə Qadın Problemləri Dövlət Komitəsinin belə bir qurumu var və belə bir yardım göstərə bilir. Psixoloji, hüquqi yardım göstərə bilir. Mən də dedim ki, gedim, müraciət edeyim. Çünki mən şuurlu şəkildə övlad böyüdürəm və mən özümə söz vermişəm ki, bəzi şeyləri həll eləyəcəm. Çünki mən hiss edirəm ki, mən onları həll eləməliyəm daha sağlam valideyn ola bilmək üçün. Onsuz da hər şey o dövrdə mənim üçün çətin idi. Çünki mən tək anayam, övladımı tək böyütməyə çalışıram. Və mən həmin mərkəzə gedəndə psixoloq mənə qayıdıb deyəndə ki, təcavüzə məruz qalan uşaqlardan və ya qadınlardan ilk sən deyirsən, sonda olmayacaqsan. Mənə qəribə gəldi. Necə yəni? Bu normaldır, yəni bunu hamının başına gələ bilər. Yəni bunu asanlıqla normallaşdıra bilər cəmiyyət. Yəni o sizə dedi ki, bu normaldır, yoxsa necə? Bu yəni travma şəkildə qəbul eləməməyi məsləhət gördü bunu. Halbuki onsuz da mən o travma şəkildə getməmişdim yəni. Sadəcə çıxış yolu olaraq. Çünki mən təhsilim yoxdur, ali təhsilim yoxdur. Mən düşünürəm ki, əlimiz sınarkən həkimə gedir, travmatoloqa gedirik də cərrahın yanına və o bizə gips bağlayır və müəyyən bir prosedurlar edir və biz bir ay o gipsi saxlayırıq da, həmin dəqiqə sağalmır ki. Mən düşünürəm ki, insanın ruhu travmalananda o da həkimə getməlidir. Ola bilər o göyərti görsənməsin, amma insanın ruhundakı travmalar, əziklər, sınıqlar görsənmir. Yəni əlimizdəki sınıq belə bir ayda sağalarkən o travma yəqin ki, illəri alacaq sağalmağa. Mənim də 5 ilimi, 4 ilimi alıb. Mən dünən psixoloqa gedib bu gün sağalmamışam. Müəyyən şeylər vaxtımı alıb, mən də kobudluq eləmişəm, bəzən tükənmişəm ana olaraq, çünki tək böyütmüşəm övladımı, bəzən uşağıma qarşı kobud olmuşam, hisslənmişəm, hər hansı bir kobud söz istifadə eləmişəm. Və psixoloq, digər artıq o psixoloqa gedəndə, digər psixoloq Aynur xanım idi adı. Aynur xanımın yanına gedəndə mən Aynur xanıma dedim ki, mənim onsuz da bu qədər problemim var. İstər o ərəfədə qarşı tərəfdən də yoldaşımdan da şiddət görürdüm, hədə qorxu alırdım. Mənə bir çıxış yolu göstər, mən çünki təhsilim yoxdur, savadsızam. Mənə bir yol göstər ki, mən o yolu izləyim. Valideynlərimlə izləyim. Çünki mən neçə yaşım olur olsun, valideynə sevgi, qayğı göstərə istəyirəm. Mənim 30'lu yaşlardanam. Mən hələ də valideynimin bir gün mənə qucaqlamağını gözləyirəm. Mənim 30 yaşım var və mən hələ də valideynimin bir dəfə mən qucaqlamağını gözləyirəm. Bağışla, biz səni qoruya bilmədik. Bağışla, biz də bilmirdik, bacarmırdıq. Bizi özümüz başımız çıxmırdı valideyn olmaqdan. Başa düşməyə çalışıram onları. İlk övladlarıyam. Özlərinin çaxnaşması, həyat qayğıları, bəlkə də qəbullansalar bağışlamayacaqlar özlərini. Onları da başa düşməyə çalışıram. Anlayış tolerant göstərməyə çalışıram. Amma ikinci psixoloqa gedəndə artıq mən gördüm ki, qarşımdakı professionaldır. Oturub mənə öz ailəsindən danışmır, öz travmalarından danışmır. Mənə həyat hekayəvi danış da demir. Mənə sadəcə professional şəkildə ona lazım olan məlumatları alır məndən və ona uyğun yol göstərir mənə. Valideynlər istəmir səni, təhqir edirlər səni, xod görürlər səni, getmə, görüşmə, danışma. Müəyyən bir məsafə qoy, saat qoy, 1 saat get gör. Valideynlərlə bağı kəsməyi də düşünürəm ki, qeyri-sağlam münasibətdir. Siz mənə bunu eləmisiniz? Mən sizinlə danışmıram bundan sonra ömrümün axırına qədər. Xeyr, mənim kökümdür, soyumdur, yaşama səbəbimdir, dünyaya gəlmə səbəbimdir. Mənim övladıma danışa biləcəyim hekayəmdir. Genimdir, xasiyyətimdir, səs tonumdur, gözümdür, qaşımdır. Mən çox oxşayıram anama. Anam həmişə də məni günahlandırsa, şiddət göstərsə də ki, qaynanasına oxşayıram. Amma mən ana tərəfimə oxşayıram. Mən ata tərəfimlə heç əlaqəm yoxdur. Ona görə də mən artıq professional şəkildə psixoloji yardım alandan sonra heç kəs mənə, həmən psixoloq mənə verə bilərdi də hansısa bir dərmanı ki, ala get iç bunu, həll olacaq.
Yox, o mənə sxem çəkirdi, müəyyən mən onda gördüm ki, belə yolu var imiş bunun. Yəni sənə müəyyən şeylər öyrədir və sən ona uyğun edirsən. Neyroqrafiyadır, müəyyən terapiyalardır. Ondan sonra artıq gördüm ki, yavaş-yavaş içimdəki o kin düzəli kömür başlayır soyumağa, sönməyə. Və mən yenə də deyirəm, yəni dövlətdən aldığım psixoloji yardım, Ailə Qadın Problemləri Dövlət Komitəsinin bizim ərazidə belə qadın resurs mərkəzində bizə verdiyi o xidmət sayəsində mən bu günlər sağlam insanam, sağlam anayam. O şəxs ki, deyirsiniz, hələ də yaşayır, həmin məhəllədədir. Siz mənə öncə danışanda dediniz ki, siz yas mərasimində onu müşahidə elədiniz və onun başqa uşaqlara da baxışlarını tutdunuz bununla bağlı. Elə bir həmən o yas mərasimi 3-cü, 7-ci günü olur. Mən hər gün gedib gəlirdim, çünki yaşadığım yerdən ona bir məsafədir. Hər gün durdum, gedirdim. Mənim üçün çox ağır idi o küçəyə girmək. Çox ağır idi. Yəni orada gedib o mənə kömək eləməyən, o uşaq vaxtı mənə kömək eləməyən, eşitməyən, görməyən, şiddət göstərən böyükləri, öz hayında olan böyükləri yenidən görmək, onların üzündə peşmançılıq görmədim, onların üzündə qayğı, sevgiyi, bir damcı üzüntü görmədim. Mən həmən insanı xatırlayıram ki, gedərkən aşağı düşürəm və hər dəfə dua edirəm ki, bir dənə görməyim onu da. Yəni görmək istəmirəm. Ay Allah, qoru məni edə biləcəklərimdən qoru. Və gedərkən də qapılarından da keçərkən yerə tüpürdüyümü xatırlayıram ki, bu qapıdan heç kəs xeyir tapmasın. Ahım bu qapıda olsun ömür boyu. Mən ona inanıram. İlahi ədalətə inanıram. Çox inanıram. Və gördüm ki, qarşı tərəfdə uşaqlar oynayırdı. Oğlan, 2 dənə də qız səhv eləmirəmsə. Həmən insanın baxışını tutdum. Bəlkə mənə elə gəlib. Mən artıq o insana nifrət edirəm axı. Bəlkə mənə elə gəlir, amma yox. O baxışı harada görsəm tanıyaram. Və sən o uşaq vaxtı onu yaşayırsan, sən artıq cəmiyyətdə uzaqdan tanıyırsan elələrini. Kimsə uşağına deyəndə ki, gəl oynayaq mənlə. Məsələn, mən indi övladıma da öyrədirəm, ətrafımdakı uşaqlara da öyrədirəm. Sizdən 5 yaş böyük biri, 18 yaşında biri sizi oyuna dəvət edə bilməz. Sizə deyə bilməz, gəl otur qucağımda, əminin balası. Ya balamsan gəl deyən burada, ya əmi get səni öpsün. Ən zəhləm getdiyim şeydir o mənim. Mən onu görərkən artıq reaksiya verirəm. Təəssüf ki, mən artıq elə bir insanam ki, ömür boyu qarşı cinsə qarşı həmişə şübhəliyəm. Mən bunu milyon dəfə belə psixoterapiya alsam da, mən artıq həmən insanları uzaq məsafədən tanıyıram. Kimin nə olduğunu, kimin uşağa edə biləcəyini görürsən, toxunuşunu hiss edirsən, narahat edici toxunuşunu görürsən sən onun uşağa. Öz övladın olmasa belə avtomatik sən reaksiya verirsən orada. Mənim yadımdadır ki, bir dəfə bir tanıdığım insanla bağlı ki, onun evladı vardı, məktəbdə oxuyurdu. Bir söz düşdü. Mən dedim ki, bəs vacibdir ki, məktəblərdə uşaqlara cinsi maariflənmə olsun da, yəni cinsi tərbiyə olsun. O ki, deyək ki, biologiya dərsindən sonra gələn bir fən var indi. Zoologiya, biologiya aralığında orada bir həyat bilgisi keçirildi. Hər hansı bir formada bu keçirilməlidir və o ki, keçirilmirdi ki, bizim vaxt keçirilməyib. Və başqalarından da danışdıqlarımdan belə eşitmişəm ki, həmən istəyəndə varağı çevirirdilər, üstündən izah edəmirlər. Mən deyəndə ki, həmən o evladı, qız evladı məktəbdə oxuyan şəxsə ki, bəs bu vacibdir də, bu olmalıdır, uşaqlar bunu bilməlidirlər. O qətiyyən buna qarşı etiraz elədi ki, atası idi, yəni həmən qızın ki, yox, mən qızımı göndərmərəm məktəbə belə falan, amma sizin dedikləriniz bir daha sübut edir ki, bəli, cinsel maariflənmə uşaqlar üçün olmalıdır. Yəni öz səviyyələrində, uşağa verilə biləcək səviyyədə, ya valideyn bunu evdə onu izah eləməlidir, siz dediyiniz formada, ya da ki, məktəbdə bunu desinlər, yəni hardasa bu məlumat verilməlidir uşağa. Və mən o evdən qaçdığım ərəfədə məktəbimizdə psixoloq var idi və bu bütün kəndə yayılırdı. Əslində heç yayılmasa da olardı. Evdən BBC ilə gedib. Çünki dəfələrlə böyüyə qaçanda evdən BBC ilə gedib. İndi ötbasdır eləyirdilər də bunlar. Amma heç kəs demirdi bu niyə evdən qaçır, nə üstündə.
nə problemi var? Bəlkə bizə deyə bilməyəcəyi bir şey var. Bir duyğunun içindədir. Və məktəbdə müəllimlər də xəbər tuturdular, uşaqlar da bu dəfə uje, deyirsən yüngül əxlaqlıdır, evdən qaçır. Çünki ilk ağla gələn odur da bizim çürümüş cəmiyyətdə, çürümüş mühitdə ilk ağla gələn odur da, yəqin yüngül əxlaqlıdır, ona görə evdən qaçır. Bu qohumlar da maşallah, bizim qohumlar da buna zəmin yaradırdılar yetərincə. Və mən düşünürəm ki, indi niyə bizim psixoloqumuz işləmirdi? Niyə mənim sinif rəhbərim bildiyi halda ailəmin, özümün vəziyyətini niyə bunu psixoloqa yönləndirmirdi? İndi bu yaxınlarda keçən il dərs il ərzində mənim övladımın sinifinə bir uşaq gəlmişdi və problemli idi. Və valideynlərlə müraciət elədi məktəbin rəhbərliyinə, psixoloqu ilə iş gördü. Həqiqətən psixoloqu ilə iş gör, məktəbin psixoloqu dərs vaxtı çıxarırdı. Çünki övladım mənə dedi ki, həmən uşağı dərs vaxtı müəyyən icazə alınır, psixoloq onu aparır, onunla danışıqlar eləyir və mənim övladım çox sevinirdi ki, həmən oğlan uşağında dəyişiklik baş verib. Artıq təkcə onun uşaqda yox, mənim övladımda da ona qarşı dəyişik hiss olunurdu. Münasib. Çünki ilk gələndə o uşağı sevmirdilər. Mən ona başa saldım ki, sən bilmirsən o ailədə nə yaşayır. Necə bir mühitdə böyüyür, necə bir valideyni var onun. Bəlkə çox imkanlı kimi görsənir, amma evin içində bəlkə böyük problemləri var o uşağın. Düşünürəm ki, susan, görən hər kəs günahkardır. Görüb görməməzlikdən gələn hər kəs günahkardır. Ola bilər bizə o pedofil müəyyən seksual hərəkətlər edib, təcavüz edib, taciz edib, narahat edib, müəyyən uşaqları da. Mən inanıram ki, edib. Amma bunu görən valideynlər, bunu hiss edən valideynlər, bu gün elə bir zamanədəyik ki, bir uşağımız bizə yalan danışan, nəyisə gizlədəndə hiss edirik. Özüm də valideynəm. Artıq o cəhətdən heç bəraət qazandıra bilmirəm valideynimə. Necə hiss eləməmisiniz? 8-7 yaşım olardı. Tam xatırlamıram o ərəfəni. Çünki o ərəfə mənim üçün bir məktəbə gedəndə xatırlayıram. Çünki çox təmtəraqlı şəkildə məktəbə getmişəm. Video çəkiliş falan. Yəqin ki, o kənddə mən tək insanam ki, video çəkilişlə məktəbə gedişim olub mənim. Təmtəraqlı şəkildə belə deyək də, bəs o təmtəraqlı şəkildə göstəriş üçün müəyyən şeylər eləyən valideynlər niyə övladlarının müəyyən psixoloji vəziyyətini görməyiblər? O boyda şeyi gizlətmək olmaz, amma mən gizlədirdim. Mən xatırlayıram ki, mən gizlədirdim. Yəni, çünki o seksual hərəkətlərə məruz qalan uşaqlar da müəyyən problemlər, fiziki problemlər, səhhətində problem baş verir. Mənim məsələn hələ də ekzemam var ona görə. Çünki mən hələ də hisslənəndə başlayıram qaşımağa, yara eləyənə qədər. Və mən məsələn xatırlayıram ki, o ərəfədə qaşıyırdım özümü və toxunduğu yerləri qaşıyırdım həmən insanın. Niyə heç kəs görmürdü? Niyə görmürdünüz? Nə idi görməməyimizin səbəbi? Sadəcə oturub deyir sizə niyə danışmısınızmı, danışmamışsınız. Mən belə çox istəyərəm, üzbəüz oturum, danışım. Səbəb? Nəyin səbəbi? Mən də çox travma yaşamışam. Mənim üçün də çox ağır olub təkən olmaq. Amma mən övladımı yox saymamışam. Hiss eləmişəm, görmüşəm. Çox istəyərəm, otursunlar, bax belə üzbəüz. Mən soruşum, nə idi? Sizin o görməməzliyinizin, yox saymağınızın mən ömür boyu özümlə izin daşıyacağam. Amma siz normal həyatınıza davam edəcəksiniz. Yəni göstərişli həyat, yəni təmtəraqlı həyat, WhatsApp statusları, xoşbəxt insan uğurlu pedaqoq. Bəs məni niyə yox sayırsınız? Mən niyə görmürsünüz hələ də? Yaxşı, bəs o şəxs ki, deyirsinizsə də yaşayır orada. Fərz eləyək ki, bu podkastda baxdılar, hüquq mühafizə orqanlarından gördülər və baxmayaraq ki, siz bundan öncə biz danışanda, podkastdan öncə mən deyəndə ki, sizdən hər hansı bir dəlil istəsələr, siz dediniz ki, 8 yaşlı uşağın nə dəlili ola bilər və haqlısınız da bunu deməkdə. Amma buna rəğmən, əgər hüquq mühafizə orqanları bu məsələni yenə də məşğul olmaq istəsələr və sizlə əlaqə yaratmaq istəsələr, siz yəni bu iddianızı arxasında durmağa davam etməyə hazırsınız? Əlbəttə. Mənim nə sübutum var? Yəni mən tutağım özüm
öz xəyalım, təxəyyülümün bir şeydir. Amma digər uşaqlar var. Yəni digər iki uşaq da bilir. Ki onlar yetkin insandılar, Biz onlar da indi. bir-birimizdən xəbərsiz o duyğuları yaşamışıq. Yetkin insanlardır, biri ailə qurub, övladları var. Əgər bir damcı vicdan qırıntısı varsa hansındasa, məsələn, həmən insan dedilər ki, Məşədə gedib, Məşəd ziyarətinə gedib, Kərbəla ziyarətinə gedib, ona Kərbəlayı adı ilə səslənirlərmiş. Yəni sizin bu pedofil dediyiniz. Həmən o pedofil. Mən eşitdiyimə görə, mən bir anlıq fikirləşdim ki, mən Allaha inancı tam olan insanam. Allah məni çox istəyir, çox qoruyur. Mən hiss edirəm, ilahi ədalətə də inanıram. Sonra bir anlıq fikirləşdim ki, inamım sarsıldı orada. Yəni o yolda o torpaq ona daş çınqıl qənim olmayıb, yəni. Mən bir nəyə düşünürəm? Yəni o şəxslər ki, sizdən əlavə o qohumlarınız ki, deyirsiniz, onlar da təcavüz olunub. Hüquq mühafizə orqanları məsələ ilə məşğul olacağı təqdirdə, əgər o şəxslər danışmaqdan yana deyillərsə, onlar sizi bu meydanda tək qoyacaqlar və onlar bunu ona görə edəcəklər ki, səsini çıxarma ki, rüsvay olmayaq və siz tək qalacaqsınız yenə də bu məsələdə. Yəni belə bir hal yaşanacağı təqdirdə yəni siz nə düşünürsünüz? Düşünmüsünüzmü bununla bağlı? Çünki bu ehtimal da var. Mənə görə bu cür də ola bilər. Mən onsuz da həmişə tək olmuşam. Amma mən yəni 7-də nə demişəmsə, 8-də özüm başa düşən nə demişəmsə, indi də o indi deyirəm. Nə nöqtəsi dəyişib, nə vergülü dəyişib. Başa düşürəm onları, onları qorumaq adına. Mən sizə dedim də ilk dəfə ki, mən onların çərçivəsindən, onun gözündən bilmirəm və hadisəni. Mənə məsələn biri ilə danışmaq şansım olub. Mən o insanın adını dilə gətirmirəm. Həmən mundarın məxluqun adını, amma digər xanım onu dilə gətirdi. Mən onda məsələn diksindim. Neçə yaşın olursa olsun o sənə pis təsir edir. O dilə gətiribsə digəri balaca olub. Bəlkə xatırlanmır, amma onda da hiss olunur sanmalar. Onun yükü daha ağır olub, bəlkə onun psixoloji durumunu bilmirik. Onun da psixoloji durumu sağlam deyil, saymıram. Mən yəni özüm müalicə alandan sonra gördüm ki, nə qədər qeyri-sağlam mühitdə böyümüşəm mən. Yəni burada mənim əsas narahat edən məsələlərdən biri həmən şəxs, indi siz keçən dəfə biz kadr arxasında danışanda siz dediniz ki, pedofillərdə dediyinizdən belə başa düşdüm. Yəni mənim bu barədə təhsilim yoxdur deyə belə başa düşdüm ki, bu pedofillərdə bu get-gəl ola bilər və yaş artmağına baxmayaraq o yenə də yəni həmən insan başqa uşaqlar üçün də təhlükə mənbəyi ola bilər. Məni şəxsən düşündürən məsələ də odur ki, başqaları da ondan bu zərbəni ala bilər. Başqa uşaqların da həyatı məhv ola bilər. Mən məsələni düşündürən tərəfi odur. Başqa bir tərəfdən yenə də deyirəm, hüquq mühafizə orqanları bu məsələnin üstünə düşsələr, başqa insanlar da bu sizi dəstəkləməsə, yenə də tək qalacaqsınız. Onda artıq siz bir insana qarşı şər və böhtan atma məsələsi ilə özünüz burada pis vəziyyətdə qala bilərsiniz deyə düşünürəm. İndi mənim hüquq təhsilim də yoxdur. Sadəcə dedim də ümumi dünya görüşümdən mən məntiqi ardıcıllıq qurmağa çalışıram ki, bu cür ola bilər. Bu məsələlər var. Məsələnin başqa bir tərəfində vurğulamaq istəyirəm. Çünki hər dəfə müxtəlif ağılda olan insanlar bizi dinləyib, izləyirlər. Bura internetdir, burada hər cür insan var. Mən bunu qeyd etmək istəyirəm ki, bir şəxsin tutaq ki, Məşədə və yaxud da Kərbəlaya getməsi, həcə olması, bu o demək deyil ki, bütün o insanlar pisdilər və bütün o insanlar potensial pedofildirlər. Məsələ odur ki, sadəcə kimlərsə dini də və insanların dinə olan hörmətini də suyu istifadə eləyib öz adlarına haqq qazandırmaq üçün bir vasitəyə çevirirlər. Yəni bu belədir. Burada o mənada filankəs Kərbəlayı Məşədi söhbəti o mənada istifadə olunmur ki, hamısı pisdir. Yox. Yəni bunu da qeyd eləmək istəyirəm ki, sonra gəlib o barədə şərhdə yazmayın ki, yəni məsələn bu tərəfini biz dərk edirik. Plus siz kadr arxası söhbətdə dediniz ki, bir ara siz başınızı bağlamışdınız. Bəli. Yəni hicabdaydınız. Mən soruşanda ki, niyə belədir? Siz nə cavab verdiniz? İstəyirəm o cavabı yenə də deyəsiniz. Çünki qeyri-rəsmi nikahda olduğum insan mənim saçlarıma qədər soyub valideynlərimin qapısına atmışdı. Və mənə əxlaqsız damğası vurularaq səhvi olub eləmişəm. O barədə belə deyək, çox danışmaq istəmirəm, amma yenə də yəni valideynlərimin mənə o işlətdiyi o əlində olan kozu
belə deyək də, mənə qarşı istifadə eləmişdi. Yəni sən mənim valideynlərim axı mənə inanacaqlar. Mən əxlaqsızam axı onların gözündə. Halbuki mən o ərəfədə işləyirdim. Çox ağır bir işdə işləyirdim. Qadının işləyəməyəcəyi bir işdə işləyirdim və o övladım çiynimdə işləyirdim. Və dediyim kimi, yəni o ərəfədə də özümə inanmırdım, güvənmirdim. Travma. Çünki mənə elə böyüdüblər. Sən pis bir şey varsa sənsən. Səndədir günah. Bayaq dediniz ki, bu insan sən fikirləşmisənmi, şərmə atacaqsan, tək qalacaqsan. Bəli, mən onu da fikirləşmişəm. Hər kəsin məşədidir deyə hörmət etdiyi insana mən durub bu bir şey deyirəmsə, mənə qarşı nələr davranış olacaq o kənddə, o mühitdə. Deyəcəklər ki, əşi, filan kəsin qızıdır, onsuz da əxlaqsız idi, anası deyirdi axı. Onsuz da ailəsi onu qəbul eləməyib heç vaxt. Əxlaqsız idi, indi durub cəmaata şər atır. Heç kəs deməyəcək ki, bu qız, mən deyən də var ki, qohumlardan. Oturub indi niyə danışırsan? İndi mən 30 yaşındayam. İndi mən anayam. İndi mənim gücüm var. İndi mənə heç kəs ona eləyə bilməz. İndi heç kəsin övladına heç kəs onu mənim gözümün qabağında eləyə bilməz. İndi mənə bata bilməz o insan. Mən hələ də ondan qorxuram, çəkinirəm. Üzbəüz gəlsək, mən yenə də özümü itirə bilərəm. Çünki o mənə o bütün həyatı boyu məndə travmaların dalbadal gəlməsinin səbəbkarıdır o. Mən ona çox sual deməyəcəm ki, yaxşı eləmisən, əhcəb eləmisən, bizə təcavüz eləmisən, mənə təcavüz eləmisən. Amma arxa fonda dediyim kimi, valideynlərimin məni leş kimi ortalığa atması durur. Yəni, hər dəfə qurduğum ailədə də bu artıq yansıyıb. Çünki mənə hər an kimsə əxlaqsızsan, anan sənə belə deyirdi, deyə bilər. Mən onu nəzərə alıram. Mən o qamçıları yeyib düz dayanmışam ayaq üstə bu günləri. Mən artıq o qamçılar incitmir məni. Mən bilirəm ki, arxadan bir zərbə gələ bilər, bıçaq, qamçı gələ bilər. Mən ona hazırlıqlıyam artıq. Və mən ondan qorxmuram. Dediyim kimi. Və mənim münasibət bitirmə səbəbim o idi. Artıq mən orada da şiddət görməyə başlayırdım. Özümə artıq böyüyürsən, daşlar yerinə oturur. O ərəfədə başlamışam psixoloji yardım almağa gizlin. Məsələn, işə gedirəm deyirəm. Gedirəm Ailə Qadın Problemləri Dövlət Komitəsinin bizə ayırdığı mərkəzdə psixoloji yardım alıram. Və mən bunu savadsız, cahil halımla eləyirəm. Mən təhsilim yoxdur, mənim en qədər travmam var. Mən bunu eləyə bilirəm də. Gizlincə götürürəm uşağımın, özümün gələcəyi üçün bunu eləyə bilirəm. Və mənim çox super belə qazancım yox idi onda. Günü 10 manatdan işləyirdim və onun 5 manatını yol pulu verirdim ki, məsələn, həm işə gedim, həm o dediyim yerə mərkəzə gedim, psixoloji yardım alım. Məsələn, o mərkəzdə bizə peşə təlimi də veriblər. Mənim bu gün əlimdə peşəm var, çörəyimi qazana bilirəm, heç kəsə möhtac deyiləm. Heç bir belə deyək də, heç kəs mənə bir qapımı döyüb bir parça çörək vermir. Mən öz ayağımın üstündə dayanıram. Daha mənə nə hər hansı bir kişi xeylağı şiddət göstərə bilər, nə valideynlərim, nə hər hansı bir insan mənə söz deyə bilər. İndi artıq özümü hazır hiss elədiyim üçün indi danışıram bunu səsli şəkildə. Dediyim kimi ilk dəfədir ki, mən bu sosial mediada bunu ətrafım bilirdi. Çünki biz sosial bir layihəyə gedirsən, deyirlər niyə gəlmisən? Məsələn, səni çıxarırlar ki, çıxışda ki, danış, bilincləndir, danış, öz hekayəni öz tərəfindən danış. Sosial layihələrdə və yaxud mərkəzdə xanımların bir arada yığışdığı məcralarda danışmışıq bu barədə. Amma ilk dəfədir artıq səsli şəkildə bunu dilə gətirirəm, qorxmadan, çəkinmədən. Dediyim kimi, qarşımdakı insan, yəni 40-lı yaşlarındadır və müəyyən bir kəndi içində hörməti olan insandır. Amma arxa fonda onun bizə yaşatdığı travmanın və onun gətirdikləri, özü ilə sürükləyib gətirdiyi çöp hələ də həyatımızdadır və davam edir. O da bugün öz həyatına rahat davam edir. Evlənib, bəlkə də uşaqları var. Mən bilmirəm. Mən onun uşaqları üçün narahatam. Bəlkə də bu çox belə anlayışlı olduğumdan deyil. Mən insanam. Mən yaşadığım ağrını bilirəm. Mən o çarəsizliyi bilirəm. Ona görə mən düşünürəm ki, mənə eləyən öz uşağına eləməz. Ki, sizə dediyim kimi, bu sosial layihələrdə bir çox qadınla bir araya gələndə o qadınların mənim yoldaşım içəndə uşağımla intim söhbətlər eləyir dediyini də eşitmişəm mən.
və bunu normal qəbul ediblər o qadınlar. İçəndə eləyir də. Elə belə eləmir ki, içəndə eləyir. Və mən o ananı boğmaq istəyirdim ki, necə yəni sən niyə qorumursan uşağı? Yəni bu cəmiyyətdə varsa, demək ki, biraz da bizim günahımızdır. Əgər hər şey ört-basdır eləyə biliriksə, bu gün o insana məşədidir deyib əl sıxa bilirlərsə, bu gün həmin ailə, mənim ailəm kəndin içində ona salam verə bilirsə, yəni məni yox sayıb ona salam verə bilirsə, bu mənim günahım deyil. Əgər mən 30'lu yaşlarımdayam, rahat hər yerdə yatanda nəsə görürəmsə yuxuda, onlar amma rahat yata bilirlərsə, olsun bu saatdan sonra biraz rahat yatsınlar. O kənddə də belə 3-4 dənə belə ailə var. Yəni təxmini hər kəsi də bilir nəyə qadirdir. Təhsilli ailəyik. Mən istəmərəm valideynimin iş yerində bu səslənsin. Bəli, mən indiyəcən valideynimə görə çox utanmışam. Mən hərdən fikirləşirəm ki, anam digər övladları ilə qürur duyur, çox qürur duyur. Çox paxıllıq edirəm ona. Çünki şəkillərini paylaşır. Məsələn, ad günündə və yaxud hər hansı bir xüsusi gündə mənim övladım, ağıllı qızım, ağıllı oğlum. Amma mən onu görmürəm o valideynimdən. Və yaxud hətta öz işi ilə əlaqədar şəkillər paylaşanda baxıram başqalarının uşaqlarını necə öpür, qucaqlayır, necə əzizləyir. Mənim balam deyil, səs tonu. Yəni o valideynim 30'lu yaşlardayam, o valideynimin belə bir dəfə sadəcə qucaqlamağını istəyirəm. O başqalarının balasını qucaqladığı kimi bir dəfə məni qucaqlamağını istəyirəm. Haqqımdır. Düşünürəm ki, haqqımdır. Necə mən övladıma qarşı müəyyən bir məsuliyyətim var. Valideynin tək məsuliyyəti o deyil ki, yedirtsin, içitsin, yox, qorusun, sevsin, əzizləsin, qucaqlasın. Ola bilər özü görməyib deyə bizə də eləməyib. Amma mən bunu səsli şəkildə istəyirəm də səndən. Yəni mən bağışlayacağam səni. Mən keçib gedəcəm. Çox kinli deyiləm onlara qarşı. Çox istəyirəm valideynlərimi. O valideynlərimi hələ də çox istəyirəm. Bəlkə də onlar da çox istəyirlər məni, bilmirəm. Amma bunu bir-birimizə deməmişik indiyəcən. Bilmirəm. Yəni deyə bilməmişik, hər şey deyirik, söyürük, təhqir edirik, alçaldırıq. Amma onu deyə bilmirik. Hətta məsələn bu yaxınlarda ailə böyüklərindən biri ilə söhbətim düşdü. Öz aralarında dava eləmişdilər və mənə zəng eləmişdilər ki, mən bunların söhbətini həll edeyim. Mənə. Yaxud mənə şikayət edilmiş kimi. Mən həmən insana yığdım. Müəyyən müddət onun evində də qalmışam. Mənə qayıt dedi ki, sən mənim qardaşımın başını yerə eləmsən, əxlaqsızsan, sən mənə söz deyirsən falan. Sən beləsən, sən eləsən, çox kobud argo kəlmələr falan. Mən 2 gün sonra gördüm ki, həmən insan valideynlərimin süfrəsindədir. Yəni heç bir valideynim, sən mənim uşağıma dil uzatmısan. Lap mənim uşağım elədir. Sən burada nə gəzirsən? Aç qapını, xoş getdin. Ən mədəni halda deyirəm amma mən bunu. Mən 2 gün sonra gördüm ki, onlar heç nə olmamış kimi bir masa ətrafındadılar. Mən buna yəni hazırlamışam özümü. Mən artıq hansı zərbənin ha tərəfdən gələcəyini bilirəm. Və mənim təmizliyə getdiyim günlərdə, mənim fəhləlik elədiyim günlərdə, o kənddə, o hər kəs bilirdi mən necə yaşayıram, tək çətindir mənim üçün. Heç kəs dönüb baxmırdı. Heç kəs dönüb bizim soyumuz deyə, bizim belimizdən gələndir çox belə argo səslənəcək. Bizimki deyə, qadın deyə, biz bunu daşlamışıq, hələ bir daş alıb atmışdıq. Yəni atamın əmisi zəng eləyə bilir ki, evə, məsələn, saat 6-dır, Günel bizim məhlədədir. O əmi də günahkardır. Çünki mən evdə həmən gün döyülmüşdüm. Mən bu yaxınlarda bir tanışı gördüm, nişanlıdır və başqa bir oğlanla səmimi gördüm. Qız uşağıdır, bizim məhəllənin uşağıdır. Mən istədim şəkil atım ki, filan kəs də buradadır. Amma mən gördüm ki, bu nişanlısı bu deyil axı. Başqası ilə səmimidir. Dedim, yox, eləmə. Amma mən gördüm ki, orada nəsə başqa problem var. Mən orada saxladım özümü ki, sabah bir gün bir şey olar. Yəni ahını alma. Sən öz üzərinə götürmə bunu. Özü bilər. Sən görməmisən, eşitməmisən. Yəni mən bunu özümə tərbiyə edə bilmişəm də. Nə oldu o ailənin böyükləri özlərini tərbiyə edə bilmədi? Yəni o ailədə mənəm dedikləri ailədə və yaxud çox təhsilli, kənardan çox müasir görünən, şəfqətli, sevgi dolu görünən ailədə heç kəs mənə yer dura bilmədi. Heç kəs dönüb, bu uşaq niyə yox oldu, getdi ailədən, nəsildən demədi. Sual verən olmadı.
məndən sonra gələnlər sual verir mənə. Otururuq, danışırıq. Onlara deyirəm ki, babamın əmanətisiz mənə. Məndən sonra gələnlərlə çox yaxşıdır münasibətim. Heç kəslə danışmasa da ailədə. Mən hər kəslə danışıram, amma necə? Gizlincə. Yəni sən demək filan kəsə mən səninlə danışıram, sən filan kəsə demə mən səninlə danışıram. Elə bir şəkildə. Çünki hər kəs Günellə danışmır, tərbiyəviz oluyar. Mən nəslin əxlaqsız damğası yemiş övladıyam. Ümid edirəm bu podkastdan sonra sizdən ünsiyyəti kəsməzdir. Mən ümid eləyirəm ki, bu podkastdan sonra əgər qohum-əqrəbədən kimsə görürsə, bir əxlaq anlayışlarını sorğu-sual eləyərlər özlərindən. Bu mənim də ümidimdir. Nəinki sizin qohum-əqrəbədə, ümumən də bunu izləyəcək şəxslər arasında. Çünki plus minus, yəni mən də Azərbaycanda yaşayıram. Mən başqa planetdən gəlməmişəm. Danışdığımız şeylərin müəyyən bir həddi də mənə tanışdır. Yəni el gözünə yaşamaq, cəmaət nə deyər və Azərbaycanlılar, Azərbaycanda yaşayan Azərbaycanlılar, ölkə xaricində hətta yaşayan Azərbaycanlılar düşünürəm ki, onlar da bunun söhbətin nədən getdiyini bilirlər. Çünki insanlar Azərbaycandan çıxıb gedəndə də Azərbaycan onlardan çıxmır, o da onlarla qalır, gedir. Mən nə demək istəyirəm? Sizin bu hekayə ilə tanış olandan sonra deməli mən ictimai nəqliyyatdan istifadə edirəm tez-tez. İctimai nəqliyyatda mən çalışıram həmişə xanımlardan uzaq durum. Bunda səbəb var, çünki mən onların bədən dilində sanki daima kişilərə bir təhlükə kimi baxırmış kimi mən görürəm əksər qadınlarda. Sizin bu hekayəni eşidəndən sonra və başqa sosial media istifadəçisi olan, izləyiciləri olan xanımlardan da ara sıra bunu eşidəndə ki, uşaqlıqda bizə təcavüz olub və yaxud da buna bənzər nələrsə olub. Çünki eşitmişəm mən bunu sosial mediada indi deyirəm. Mən bu nəticəyə gəlirəm ki, kim istəyir bununla razılaşsın ya razılaşmasın, bu məsələ bizdə çox yayılıb və belə başa düşürəm ki, əsasən qohumlar arasında, yəni hər halda uşağa əl çatanlıq olmalıdır da bu. Yaxın adamlar, yaxın mühitdə olur ya qohumlardan kimsə uşaqlara ya bu küçədən, məhəllədən kimsə, kimsə olmalıdır ki, indi bəziləri tutaq ki, kadrlara düşür, kamera internetdə çıxır, onun üstünə düşürlər, araşdırırlar. Kameralar var deyə. Bəziləri kimsə çəkir, avtobusda, ya nə bilim, taksidə və s. Bəziləri də üzə çıxmır. Mən o ictimai nəqliyyatda niyə uzaq dururam? Çünki mən o qadınlarda o sanki təhlükə gözləyirmiş kimi baxışlarda, bədən dilində falan görürəm. Ona görə həmişə çalışıram ki, uzaq durum qadınlardan. Bilmirəm bunun həlli nədir. Bəzi ölkələrdə bilmirəm, bəlkə də qadınlarla kişilərin ictimai nəqliyyatda getdiyi qatarları ayrı eləmək lazımdır ki, hamı rahat getsin. Amma mən uzaq dururam ona görə ki, öz-özlüyümdə düşünürəm ki, insanların şəhərindən özü uzaq tutmağa çalış. Yəni sizin deyirəm danışdığınız hekayəni və gördüklərimdən belə başa düşürəm ki, ehtimal ki, elə qadınlar tez-tez bunu görürlər. Bu haldan rastlaşıblar, bəlkə kimsə də uşaqlığında ya yeniyetməliyində bundan rastlaşıb deyə. Onlar da artıq siz nə dərəcə deyirsinizə, qarşı cinsə qarşı sizin etibar eləmirsiniz, həmişə təhlükə gözləyirsiniz. Bəlkə bu da onlarda var. Ona görə. Çünki mən bunu hiss edirəm. Mən bunu sübut eləyə bilmərəm, amma mən bədən dili səviyyəsində bu şeyi hiss edirəm. Cəmiyyətdə bu var. Yəqin ki, əksəriyyət danışmır bu barədə. Abrımız gedər, biabır olarıq deyə danışmır, üzə çıxarmır. Amma məndə indi getdikcə belə daha çox təəssürat yaranır ki, birisi əvvəl biz tez-tez müxtəlif filmlərdə və yaxud da bununla bağlı kitablar var ki, Əfqanistanda belə şeylər çox olub da, yəni az yaşlı uşaqların ərə verilməsi, yaşlı adamlara və yaxud da təcavüz və sair məsələlər. Mənim üçün bir də mən sanki bu fərqindəliyim artır. Görürəm ki, yəni bir ətrafa, sağa, sola bax, yəni mənim daha çox şübhələrim artır ki, bəlkə elə mənim yaşadığım ailədə də və yaxud da qohumların içində də bu şeylər olub. Bəlkə fərqində, mən onun fərqində olmamışam. İşimlə əlaqədar kişi xeyirxahları ilə daha çox münasibət, qarşı cinslə daha çox əlaqədəyəm. Və mən deməzdim o travma qalıb məndə, yox. Məsələn, əl verib salamlaşa bilirəm, görüşə bilirəm. Bu mənim üçün çox bir şeydir, yəni çox aşdığım bir məsafədir. Amma yenə də mən Boltdan evə gələndə evdə düşmürəm, evin qapısında düşmürəm. Mən düşürəm kənar yerdə. Və mən yenə də demirəm ki, tək qadınam, tək anayam. Dilə gətirmirəm bunu hər yerdə. Və yaxud mən yenə də bəzi qohumlara qarşı ehtiyatlıyam. Çünki mən o ayrıldığım ərəfədə bir qohumun bibimin deyək də
yoldaşı zəng eləmişdi mənə. Sənin filan anan, sənin filan atan, bir qeyrət atan, sənin əxlaq filan anan deyirlər ki, Günel əxlaqsızlıqda eləyir. Gəldi oturdu yanımızda. Bax gördün, yola vermədi onu. Xoş olmadı ona, rahatdı, qaçdı. Çıxdı getdi kirayəyə qalmağa uşağı ilə. Panikdə işləyib kirayəyə qalacaq da. Bu yəni panikdə əxlaqsızlıq eləməyə gedirəm mən. Və mən gəlim görüm sən harda qalırsan. Və mən o an danışarkən ona hiss eləmədim. Mən bir gün sonra hiss elədim ki, sən niyə mən zəng edib valideynlərim üçün o sözü deyirsən? Yəni sən axı bundan sabah gəlib otururlar da eyni süfrədə, heç nə olmamış kimi. Mən gəlim səni görüm. Sən doğrudan da əxlaqsızlıqla məşğulsan ya yox? Mən də biraz tutuldum. Mən nə olursa olsun insana birdən-birə o sözü deyiləndə adam tutulur. Dedim ki, yoldaşını götür gəl. Problem yoxdur. Amma yoldaşını götür gəl. Çünki mən səni yoldaşıva görə tanıyıram da. Mən səni, yəni sən ailəmizə ona görə girmisən. Və mən getdim həmən insanı digər ailə fərdimə dedim ki, 1-2 gün sonra mənə filan kəs zəng eləmişdi və mən dedi ki, sən əxlaqsızla məşğulsan, valideynlərin deyir. Biz də gəldik, mən də gəlim yoxlayım səni. Onu necə yoxlayırlar? Mən də dedim həmən insana ki, kimə ki getdim başqa bir yoxuma, mənə zəng edib belə bir söz deyir. Mən utanıram, abihaya eləyirəm. Sən də yoldaşına ki, bu niyə mənə zəng eləyə bilər? Nə hədd tapıb özündə mənə zəng eləyə bilər? Mən bilirəm hardan alıb bu həddi? Anamdan, atamdan, valideynlərimdən. Məsələn, mənim qardaşımın balasına biri elə mənim yoldaşım zəng eləyib o sözü deyə bilməz. Mən onu belə deyir də, həddinə deyil o mənim qardaşımın qızına zəng eləmək. Mən varam, mənim qardaşımın qızı mənimdir. Mən zəng eləyə biləm, qadın xeylağı olaraq. Mənim qardaşımın qızına mənim yoldaşım zəng eləyib, ay sən əxlaqsızlığına məşğul olursan deyirlər. Gəlim yoxlayım. Necə yoxlayacaqsan onu? Biz bilmirik sən necə bir insansan. Bütün nəsil bilirik sən necə bir insansan. Amma səni damğalamırlar, məni damğalayırlar. Eyni 200'lü cəmiyyət, eyni 200'lü qohumlar onu damğalamır. Ola bilər. Yox, sən səhv başa düşmüsən. O zəng eləyib ki, gəlim bir baş çəkim sənə. Yox, gəlim yoxlayım. Mən gəlim yoxlayım sözü ilə, gəlim baş çəkim sözünü ayırt edə biləcək yaşdaydım artıq onda. Və sonradan həmən adam gedib deyib ona, o deyib ki, yox, səhv başa düşüb falan. Xeyr, mən səhv başa düşməmişdim. Yenə məni damğaladığınız üçün o insan mənə o həddini aşıb elə davrana bilirdi. Bu günlərdə mənim övladımın biri şikayətə gəlmişdi üstümə, uşaqlar dalaşmışdılar və mənim üstümə şikayətə gəlmişdi və mən heç birinci analıq şeyindən qayıtdım sən mənim uşağımı mənə şikayət edirsən, sən kimsən ki mənim uşağımı mənə şikayət edirsən, neyniyib? Danış, sən də danış, ikisi də gözümün qabağındadır. Deyir ki, filan şey oldu, övladım deyir ki, mama mən bu hərəkətə görə bunu elədim. O da yəni elə bilir ki, mən başqa şeyə görə elədim onu. Amma mənim ona ziyan vurmaq fikrim yox idi. Sadəcə o qıcıqlanıb gəlib mənə şikayət edir. Okey, mən övladıma inanmağı seçdim. Mən orada övladımı ayağa vermədim. Amma mənim böyüdüyüm mühitdə o məni damğalayıb, amma qalan hər kəsi belə rahat yaşaması məni biraz qıcıqlandırır. Mən narahat edir. Buna da haqqım var düşünürəm. Yəni bu günləri sabah birisi gün bu podkast yayılandan sonra mənim də ailəmdə bank işçisi də var, dekan da var, rektor da var və yaxud müəllimi də var. Hamı təhsillidir. Və hamısı dönüb bir sorğu-sual eləyəcək də. O mənə bəsdir. Onlar bilirlər mən yalan, işdən içə daxiləm, bilirlər ki, mən özüm durub bu boyda Azərbaycan xalqı içində, mən o kəndə bir də gedib gəlmirəm düzü. Amma yəni onlar bilirlər ki, mən o boyda risk alıramsa, elə belə eləmərəm. Dayanan yerdə də eləməyəcəm. 30 yaşından sonra o boyda risk almaq mənim üçün də çətindir, asan deyil. Ya da hamı bir araya gəlib sizin haqsız olduğunuzu və sizə qarşı ondan öncə deyilən o xoşagəlməz sözləri irəli sürüb, çünki düşünürəm ki, bu daha asan variant olar. Onu irəli sürüb, hamı sözün bir yerə qoyacaq ki, yox, o yanlışdır. Çünki bəli, onun əksi daha çox, onun əksini eləmək, özlərinin yanlış olduğunu etiraf eləmək daha çətindir, nəinki sizin yanlış olduğunuzu iddia eləmək.
Çünki sizin yanlış olduğunuzu iddia eləmək bu günə qədər iddia olunub və elə o iddianı davam Mən etmək o daha rahat gündən olur. bu günə heç susmamışam. Eyni şey, eyni cümləni, nöqtəsiz vergüz, heç nəyi dəyişməyib o cümlənin. Və mən onun qayğısını heç biri daşımıram da ki, ay da mənə inanmazlar. Ay da kimsə çıxar ailədən deyər ki, Günel də əxlaqsız idi. Mən özüm deyirəm də bu sözü. Günel əxlaqsız idi onsuz da uşaqlıqdan. Doğrudan sən yəni görmüsən məni əxlaqsızlıq eləyərkən. Yəni mən bu günləri bu ölkədə yaşayıram. Mən yaşadığım yerdə hörmət görürəm. Mən sizinlə danışanda dedim ki, mən dostlarımın ailələrinə girib çıxıram və mən o yıxılan ərəfədə mən buradan da təşəkkür eləmək istəyirəm. Azərbaycanda yaşayan, Azərbaycanda yaşamayıb, xaricdə yaşayan azərbaycanlılar. Mənim çox pis günlərimdə sosial şəbəkədə bir müddət, mənim çətin vaxtlarımda bir müddət paylaşıldı. Şiddət gördüyüm ərəfədə yoldaşımla o paylaşıldı və o gün mənim Azərbaycan qadınları istər xaricdə, istər yaşayan, Azərbaycanda yaşayan qadınlar ayağa qaldırdı. Mən bu gün əxlaqsızlıq eləmirəmsə, mən əxlaqsız yola düşməmişəmsə, mən o gün yıxılmadımsa, tək övlad böyüdərkən, panikdə və yaxud kiminsə evinin tualetini təmizləyərkən və yaxud kiminsə peynini təmizləyərkən, mən onda 43 kilo idim, amma 50 kiloluq kisə daşıyırdım. O mənim dövlət işində işləyən, müəllim işləyən rəfiqəm dərsdən çıxırdı, gəlirdi. Heç kəs həmişə də dedik, biabır olmuşam. Görsələr məni burada biabır olacağam. Gəlirdi mənə ilə. Biz peyin daşıyırdıq. Və o özünü şey bilmirdi. Özünə bunu şey bilmirdi. Ar bilmirdi. Ar bilmirdi. Çünki deyirdi ki, mən bunu bacaramsa sənin üçün bunu eləyəcəm. Mən 5 manat verən dostum da olub, 10 manat verən dostum da olub. Mən təhsil alanda, peşə təhsili alanda mənim övladıma baxan xanım da olub və yaxud mən təhsil ala bilim deyə yol pulu verən xanım da olub mənə. Bunu da mənə yenə deyirəm, təşəkkür eləməyə özümə borc bilirəm. Mən qadın düşməni deyiləm. Ailəmdəki qadınlar bir-birinə düşməndirlər. Mən elə bir mühitdə böyümüşəm. Bir-birlərinin qanlarını içərlər. Çox təhsillidirlər, kənardan çox gözəldirlər, baxımlıdırlar, amma bir-birlərinə salam vermirlər yolda. Amma məni yenə də qadınlar ayağa qaldırdı, qadınlar məsələn buraxmadı. Mən bu günləri ömrümün axırına qədər 7 qat özümdən sonrasılara da deyəcəm ki, mən vaxtında, mən 12 il tək yaşayıram, mən nə əxlaqsızlıq eləmişəm indiyəndən dək. Eləməmişəm, həqiqətən eləməmişəm. Çox çətin vaxtlarım olub, demişəm ki, tüpürüm o namusa ki, mənim uşağım acdır evdə. Mənim ac olduğum vaxtlar da olub. Məsələn, sizə danışdığım ailə mənə həmişə yardım gətirirdi. Qurban əti kəsəndə düyü, kartof gətirirdi. Amma mənim o kənddə yaşayan qohumlarım var idi. Mən övladımla bir çörəyi kiflənmiş halda yediyim də olub. Və o ikiyüzlü ailə məni əxlaqsızlıqla mühakimə edən, damğalayan ətraf mühit. Bəs onda niyə düşünmürdük ki, biz bunu tək qoymuşuq, gedər əxlaqsızlıq eləyər. Ən böyük təşəkkürüm ömür boyu o qadınlara olacaq ki, o gün məni yıxılmağa qoymadılar. Məndən niyə döyülmüsən soruşmadılar məsələn. Mənim yaxınım var idi ki, niyə döyülmüsən? Əxlaqsızlıq eləyib, yəqin döyülüb. Amma o qadınlar məndən niyə döyülmüsən soruşmadılar. Niyə sən bu gündəsən soruşmadılar. Mənə kömək lazım idi və o qadınlar mənə kömək elədilər. Hamısının adı, soyadı yadımdadır. Hamısına ömür boyu minnətdar olacağam. Dini inancıma görə belə deyək də, həmişə onlara dua eləyəcəm. Və mən özümdə, məndən sonra gələn qadınlar da biləcək ki, məni əxlaqsız olmamağa, yıxılmamağa o qadın qoymadı. Digər qadın qoymadı. Mənim ətrafımdakı dostlarım da çox belə imkanlı deyildi. Biri müəllimə idi, biri məsələn marketdə işləyirdi. Amma mən bu gün yıxılmamışamsa, ayaq üstəyəmsə, həmən o qadınlar sayəsində. Yəni özüm mən güclüyəm, mən eləyəm, mən beləyəm deməzdim. Hələ də o güclü qadınlar mənim ətrafımdadılar. Hələ də münasibətimiz var bir çoxu ilə və həmişə də onlara minnətdar olacağam. Mən də öz adımdan onlara minnətdaram və ümumiyyətlə də bura gəlməyən, sizdən başqa da insanlara kömək göstərən, əl tutan, istər qadın olsun, istər kişi olsun, istər qadın olsun, istər kişi olsun,
Yəni insanların bir-birinə göstərdiyi yardım, dəstəyi fərqi yoxdur da, o deyir qarışqa bir kimsə yandırırlar, hansısa peyğəmbəri oda atırlar. Desən İbrahim peyğəmbərdir, deyir qarışqa su aparır, onu görənlər deyirlər ki, hara aparırsan. O da deyir ki, mənim gücüm buna çatır, mən gücümün çatdığını edirəm. O insanlar da baxmayaraq ki, yəni imkanlı insanlar olmayıblar, varlı insanlar olmayıblar. Dediyiniz kimi biri marketdə işləyir, biri müəllim olub və s. Əllərindən gəldiyi həddə belə yardım göstərmələri sizin ayaq üstə qalmağınıza əgər səbəb olubsa, deməli onun da bir əhəmiyyətli, belə deyək də, dini inancdan ötürü savabı var, dəyəri var ən azından. Elə o gün olub deyirəm ki, özümü öldürmək istəmişəm. Övladımı da, özümü də. Çünki bacarmıram da, mən demişəm bacarmıram. Yəni bunu səsləndirməyə bilməm nə dərəcə düzgün olar və yaxud demişəm ki, əşli tüpürüm ona hamısı ki, mənim uşağım acdır. Bundan sonra əxlaqsız olacağam. Demirlər əxlaqsızsan, Günel, əxlaqsız olacağam bundan sonra. Amma o gün mənim qapıma elə bir insan əlində bərəkəti ilə, çörəyi ilə gəlib ki, mən utanmışam. O fikirdən. Hə, mən utanmışam o fikirdən ki, yəni həqiqətən başıma gəlib. Demişəm ki, bax gördün, eşitdi səni. Mən çünki elə bildim, Allah eşitmir bizi. Bir müddət şey eləyirdim ki, Allah olsa məni görmür də, Allah məni olsa eşitmir də. Çünki amma dini inancı möhkəm olan ailədə böyümüşəm halbuki. Amma sonra gördüm ki, yox, Allah məni eşidir. Allah sadəcə lazım olan da eşidir. Mən bəndəyə onu bəlli etmədən, yəni mən bilirəm sıxıntıdasan, amma sən bunu yaşamalısan, sən bundan dərs çıxarmalısan. Sonra mən sənə öz əlimi üstündə narahat olma. Mən həmişə dostlarıma da deyirəm ki, mən çiynimdə hiss edirəm. Yəni narahat olma, buradayam. Mən onu hiss edirəm. Yəni mən nə qədər də o qarşımdakı insan məsələn qıcıq olsam da ki, hə, buna hörmət edirlər, filan kəs məşədidir deyə falan. Onu desəm də mənim dini inancım bilirəm ki, Allah burdadır. Yəni narahat olma Günel. Yəni bəndəyə heç vaxt mənə möhtac eləməyib. Eləyəndə də elə insanlar eləyib mənə möhtac ki, yəni nə demişəm ki, nə yaxşı, nə şükür. Mənim üçün ağır buraxılışlardan biri idi. Günel xanım şərti olaraq, əlbəttə ki, sizin adınız Günel deyil. Bu şərti olaraq bizim seçdiyimiz bir addır. Mən təşəkkür edirəm gəldiyinizə görə və bu hekayəni bölüşdüyünüzə görə. Ümid edirəm ki, sizin bu hekayəniz insanlara hazırda sizin vəziyyətinizə bənzər vəziyyətdə olan və yaxud da bunu yaşamış insanlara bir dəstək olar. Ümid edirəm ki, sizin və övladınızın gələcək həyatı daha da işıqlı, daha da parlaq olar. Bizi izləyib dinləyənlər, mən adətən deyirəm ki, bizə Coffee-aldan dəstək olun, bizə abunə olun, şərh yazın və s. Nə bilim, sponsor kimi gəlmək istəyənlər olsun. Bəzi buraxılışlar olur ki, sən mövzuya qədər başın qarışır ki, heç bu yada düşmür. Dostlar, əgər kanala abunə deyilsinizsə, abunə olun, fikirlərinizi yazın burada deyilənlərlə bağlı. Yəni də sizin də hər hansı bir hekayələriniz varsa, yəni e-mailim var aşağıda, oraya yaza bilərsiniz. Podkast Kimi Adam kanalının inboxuna yaza bilərsiniz. Mən ümid edirəm ki və arzu edirəm və bunun üçün duacıyam ki, sizin və övladınızın gələcəyi daha yaxşı olsun. Nə bilim, deyiləcək xüsusi çoxlu bir söz yoxdur. Sadəcə sizə hər şeyin ən yaxşısını arzu edirəm gələcəkdə. Mən təşəkkür edirəm. Görülmək istəyi deyildi bu. Sadəcə hətta qarşı cinsdən birindən bunu danışmaq çox belə ilk dəfə bunu danışmaq, qarşındakının sənə verdiyi güvən, məsələn, o da önəmli idi. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Eşitdiyiniz üçün, qulaq asdığınız üçün minnətdaram. Çox sağ olun və ən əsası güvəndiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Dostlar, çalışın, sağlam və xoşbəxt olasınız. Bu çox önəmlidir. Hələlik.